Aha, indi mən canlı deyəm Aydoşdur. Ben bir dəfə dur. Telefondan mısın şimdi? Ben telefondan mı yoksa? Telefondan fərq eləməz. Hangisindən gəlsəz aynıdır. Sizə hangisi rahatdır? Dur. Bak. Onu kapat. İndi mənim orada mənim ID-mə gələcəksiniz. Əksimin üstündə görüb yazıbdır live. Salam əziz və hörmətli dostlar. Mən çağırıram ki, cənab Dökür Məhəmməd Hüseyn Yahyayı cənabların otağa gətirim. Birinci dəfələridir. Çətindir biraz gəlsinlər. Mən iki yerdən çalışıram. WhatsApp-la da danışıram. İstəyirəm ki, Aydoşdur bunu tapsınlar. Aydoşdur, indi mənim telefona girirsiniz. Bəli. Tamam. Telefona girsəz, WhatsApp-ı gərək bağlayaq telefonda onda. Dur ben WhatsApp'tan çıkın. Instagram'a gireyim. Buyurun. Tamam. Salam əziz və hörmətli dostlar. Cənab Döşür Yahyayı, Məhəmməd Hüseyn Yahyayı cənabları bu gün qonağımız olacaq. Instagram əslən işlətmədikləri üçün zahirən bura girməkdə və canlı yayında huzur tapmaqdan çətinləşirlər, başarmırlar. Onu dostumuz da, bir Türkiyəli dostumuz da köməklik edir orada. Mən də buradan biraz köməklik eləməyə çalışdım. Görək ki, nədir olur. İndi bir dana belə çalmalıyıq ki, səsimiz, ağzımızdan əlimiz düz gəlsin. Zahirən bu editdə müşkül yaradır. Bilirsiniz bizim bu proqramı sayın Ağdərəli cənabları, Kürşad Ağdərəli cənabları edit edir. Çox zəhmət çəkir dostlar, onun Güney Azərbaycan səsinə gedin və o himayət eləyin, bəyənin. YouTube'da xüsusən kanalı var, orada bizim videoları edit edir, qoyur. Dostlar hamısı götürə bilirlər, yaya bilərlər. Ona gedin, köməklik eləyin, bəyənin, yayın, qoyun ki, insanlarımız çox həm ondan tanış olsunlar, onun videoları orada görürlər, milli videolar var orada. Həm də ki, bu proqramı oradan görmək nə qədər çox olsa belə yaxşıdır. Mən umaram ki, Döşür Yahyayı cənabları eləyə bilsin, gəlsin. Buradan bir çağırım. Görək ki, eləyə bilsək, gətirə bilək. Eyni həman müşkildə enable yazıbdır. Yəni eləyə bilmir, gəlsin. Umaram ki, otağa girməyə başlarsınlar. Otağa girsələr qalanı başaracağıq. Əziz və hörmətli dostlar, bəli, xəbər mütəəssifanə Ermənistan, İran bir belə Ermənistandan himayət eləyəndən sonra ora gedən, dolanmağa gedənləri, turist deyirlər, dolanmağa gedənləri ya işlə yük aparanları əziyyət verirlər, vururlar, təhqir edirlər və bu günlər zahirən xoylu bir vətəndaşımız təəssüflə bir çörək çıxartmaqdan dolayı Ermənistana getmək məcburiyyətindəymiş görünən kimi orada vurublar və ya çox pis vəziyyətdə idi. Dostlar burada yazıblar, öldü. Mən gördüyüm zamanlar deyirdilər ki, videolarda yəni huşdan çıxmışdı, su versinlər. Umaram ki, biri qalsın, amma hər halda Ermənistan əslində İranı adam hesablanır İranlılara, amma İranlılar da oradan əl çəkmirlər. Nədən isə umaram ki, özümüzə gələk və necə ki, Türkiyə və Azərbaycan Cumhuriyyəti ilə sülhə girməyibdir, Ermənistana getməkdən uzaq duraq. Bu bizim vətən borcumuzdur. Əslində, hər kəs ki, gedir Ermənistana bu günləri, Ermənistanın ekonomisinə, gücünə, ordusuna güllə alır. O gülləni kimə atacaqlar? Bizə atacaqlar. Güney Azərbaycana, Quzey Azərbaycana, Türkiyəyə, onlar o hər bir dolar ki, aparırsınız orada xərcləyirsiniz, bilmirəm neçə güllə olacaqdır, onu bilmirəm. Amma o güllələr bizə atırılacaqdır. Fərq eləməz ki, iş üçün gedəsiniz, dolanmaq üçün gedəsiniz. Dünyada bir çox yerdə iş gedə bilərsiniz, ya
nə deyirlər, dolanmağa gedə bilərsiniz. Oradan ucuz, oradan rahat və hörmətli, sayğın Ermənistana gedirsiniz, həm tohin təhqir eşidirsiniz, həm də ki, düşmənə güllə verirsiniz əslində. Umaram ki, buradan eləyə bilək, dərs alaq və getməyək. Getməyəsiniz, heç birisi. Yəni, biz getmirik əslində. Biz feylən necə ki, sülh olmayıb, bizim dövlətimiz, dövlətlərimiz Ermənistanla əlaqəyə girməyiblər, bizim də getməyimiz ora yaraşmaz. Bu qədər mən elə o məsələ danışdığım yetərlidir. Ay Döktür Yahyayı, Cənab Yahyayını gözləyirəm. Azov təşkilatı, əziz dostlar, gələn həftədir. Azov təşkilatı, əlbəttə mən Araz bəy Ataxanlıgilin həftəsi idi bu həftə, yəni Azərbaycan Cumhuriyyət Partisi lideri qərar idi gəlsin. Yahyayı cənabları gəldilər. Cənab Yahyayı, əgər aşağıda bir dana bir səlaməlik yazsınız o komment yerində, bir şey, hər nə mənə, bir ədəd yazsınız, bir hərf yazsınız, mən icazə verər ki, sizi çağırım. Aşağıda bir açıq yer vardı. Bir də kamera var onun yanında. O açıq yerdə ki, bizim burada ingiliscə yazır, add a comment. Add a comment-də bir şey yazsaz, oradan mən sizə icazə verəcəkdir ki, cənabınızı çağırım. Amma yenə də mən çalışım ki, buradan da çağırmağa çalışım. Buradan da çalışdım, çağıram. Umaram gəlsin və siz eləyə bilərsiniz, onu alasınız ki, eləyə bilək. Umaram ki, Cənab Yahyayı eləyə bilsin, gəlsin. Dostlar, bilirsiniz, biz bu bölümdə yenə gələcəkdir, oxuyacağım xidmətinizə. Bizim bir qurallarımız var. Qurallar əsasında işi aparırıq və hər kəsi adı ilə, ya şöhrəti ilə və ya yəni o idari şeyi ilə çağırmırıq əslində. Mənim də burada gedibdir. Ay düşür, Yahyayı hələ feylən görə bilmirəm. Ay düşür, əgər eləyə bilsəz bir aşağıda bir şey type eləsəz, biz unable yazdı ki, gələ bilmirsiniz. Bir dana salam yazsaz, mən sizi çağırırım, ay düşür. Mən daha bir buradan yenə çağırım. Sizi bir daha çağırdım, ay düşür. Nədən isə mən bu səfər ki, hazırlamışdım. Tamam, gəldi. Yaxşı. Ay düşür, Yahyayı, mənim səsimizi eşitsəz, aşağıda bir yazı yazmaq yeri vardı. Orada bir şey yazsaz, bir əlif, ba, hər nə mənə vursaz, qabağında da bir ox var. O oxu vursaz mənə gələr. Ya send, telefonun özünün üstündə send yazır. Onu vursaz gələr. Unable to join. Nədən unable to join? Buradasınız siz. Görürəm cənabınızı. Mən də bu zamandan istifadə edeyim.
Mən də programın burada adını yazdım. Görək ki, Cənab Yahyayı, mənim səsimi eşidirsiniz əgər, lütfən aşağıda bir şey yazın. Yap şeyin aşağısında, bu səfəni ki görürsünüz, onun yap aşağısında sol əldə uzun bir şey var, yer var, boş yer. İçində sizin orada hətmən məmləkətin dilicən bir şey yazacaqdır ki, burada yazı yazın. Orada barmağınızı belə vursaz, əlifba görsənəcəkdir. O əlifbadan bir-iki dənə vursaz, qabağında bir ox var. Ya oxu vuracaqsınız gəlsin, ya da ki elə telefonun aşağısında. Əlbəttə oxu vursaz, tamam, oxu vurmayın. Bu başda bir ox vardı, onu vurmayın, çünki orada dostlarınızı çağırırsınız. Dostları çağırırsınız. Bəli, yazdınız, salam aleyküm, gördüm. Mənə icazə verir sizi. Deyir ki, burada varsınız, amma nədən isə bəs gələ bilmirsiniz içəriyə? Remove from live video, niyə? Zalibdir. Ay göster, ehtimalə mən bir şey yazmışam, bunu siz Tazaşdan sizi çağırdım. Ora bir yazı gələcəkdir ki, məni qəbul eləyin. Siz orada o, indi yesdir, no'dur, hər nədir o sizin orada bildə, onu vuracaqsınız ki, gələsiz, bəli, gəldir. İndi çox gözəl. İndi kameranın üstündə aşağıda, sizin o aşağıda komentlər yox. Ehtimalən böyürdə olacaq əslində. Sizdə böyürdə mümkün də olsun. Orada bir dənə mikrofon əksi var, bir dənə kamera əksi var, bir dənə da iki dənə da ox bir-birinin arxasından gedir. Hadi. Hangisi Onu bunu? vuracaqsınız. Oxları vuracaqsınız. Dönər sizə tərəf kamera. Komentlər yox. Ehtimalən sağ tərəfinizdə olacaq. Yəni sol tərəfinizdə 3 dənə üstdən aşağıya mikrofon, kamera və 2 dənə yuvarlaq ox. Bu yuvarlaq yox, şunlar abi. O 2 dənəni vuranda, o oxun üstə bir dəfə vursaz, sevinəcək, sizi göstərəcəkdir. Olmasa kameranı söndürərsiniz, beləsiz. Mən sizə deyərəm, nə tənzim eləyin. Kameranı ilə bu yüzünə baxarsınız. Mən oradan sizinlə danışaram. Siz məni görməzsiniz, amma siz rədd olarsınız. Valla burada bir yuvarlaq baş. Şunu bir dakika. Oldu. Oldu, davay döktür. Oldu. Oldu, çox gözəldir. Çox gözəl. Haşer. Tamam. İndi bura Bismillah abi, şunu sabit tutalım. bura baxacaqsınız. Buna baxın, bu kameraya gələn arkadaş yapışır. Ayda ki, o kameraya baxacaqsınız. Hangi kameraya? Elə bu kameraya içində dostunuzun əli onun... Aha, sizi gördüm mən Kamil. Buna baxırsınız. Tamamdır. Tamam. Teşekkürler. Hoş gördük arkadaşlar. Çok sağ olun. Çok sağ olun, var olun. Uzun bir proseden sonra sonunda sizi ziyaret edebildik. Teşekkür ederim. Çok sağ olun. Sağ olun. Var olun. İcazənizlə mən bir müqəddəmə gedim. Siz istirahət edin bir artızda bir 10 dəqiqə. Ondan sonra xidmətinizə dönün. Başlayalım. Salam əziz və hörmətli dostlar. Mən İnsaf Əli Hidayət Düşüncə Bağı programını aparıram. Bu düşüncə bağına bir proje tərif elədik. O projede dedik ki, Güney Azərbaycan və İranda yaşayan türklərin, siyasi partilərin dəvət eləyək və onların düşüncələrin, fəlsəfələrin, ideolojilərin, anlayışların, siyasətlərin, yol xəritələri ilə tanış olaq. Bunun üçün də Güney Azərbaycanda və Qəşqayistanda olan partiləri dəvət elədik və onlardan 12-13-sü dedi ki, gələrik. Bu günədək ki, mən xidmət izləyəm, bu partilər gəliblər. Güney Azərbaycan İstiqlal Partisindən Salih bəy İldırım cənabları gəlibdir. 11 cələsə huzuru olubdur. 10 cələsədə milli ərdəmli, yəni ən üstün imtiyazı alıbdır. Bir cələsə ən ərdəmli olubdur. Əjdər bəy Təqizadə cənabları Güney Azərbaycan Demokrat Türk Birliyi Təşkilatı tərəfindən gələcəqdilər. Söz vermişdilər, təəssüflə gəlməyiblər. 6 günün altısında hərəsində 10 mənfi, 60 mənfi alıblar. Yunus bəy Şamili cənabları Azərbaycan Demokrat Partisi tərəfindən gəldilər. 6 gün huzurları oldu və 6 günün 5-də milli ərdəmli, birində ən ərdəmli unvanını aldılar.
Amma o gündən bu günə ki bir aydan da çoxdur. Hələ feylən o sorularımızın qalanlarına ki %85 qalır. Onlara cavab verməyiblər, gözləyirik ki, cavab versinlər. Fikir edirəm ki, bu seçkilərə başları qatışmışdı. Salih bəy Kamirani cənabları Azərbaycan Mərkəz Partisi lideri olaraq 6 günün 5 günün təşrif gətirdilər. Hər 5 günündə də Milli Ərdəmli unvanını qazandılar. Salih bəy ha belə bizim bu proqramı hər gün 2 dəfə, bir dəfə axşam saat Təbriz vaxtı ilə saat 12-də və bir dəfə də sübh saat 8-də televizyondan Az News TV-dən yayırlar. Həm onlayn və həm satelit mahvarədən ya P2-dən görmək olur. Eldar bəy Qaradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partisi olaraq, lideri olaraq təşrif gətirdilər. 6 gün hər 6-sında da huzurları oldu. Hər 6 gündə də hərəsində hər gün 4 saat huzurları oldu və Milli Ərdəmli unvanını qazandılar. Ondan sonra da başlayıblar səs formatında göndərirlər və biz dostumuz adını çəkdiyim Sayın Kürşad bəy Ağdərəli Güney Azərbaycan səsi səfəsinə sahib olan dostumuz ki, müxtəlif yerlərdə, medialarda, sosial şəbəkələrdə, YouTube-da vardı və xahiş edirəm ki, ondan üzv olun, ora subscribe eləyin, təşviq eləyin bu işlərə, devam etsin. Bu dostumuz bunları edit edir, göndərir və biz bunları yaymağa başlayırıq. Eldar bəyin qalan videoları da yayılır. Ondan sonra Məcid bəy Cəvadini çağırmışdıq. Mütəəssifanə mənim yanlışımdan dolayı o müqərrərat ki yazmışdıq, o qanunlar yazmışdıq bu proqrama, onları mən göndərməmişdim, xəbərləri yox idi. Ona görə də əslində məndən qüsur oldu. Ondan da dedilər gələ bilməyəcəklər, çünki o şeyi bilmirdilər. Sadıq İsabəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi tərəfindən 6 günün 5 günün təşrif gətirdilər. Hər 5-ində də Milli Ərdəmli unvanını aldılar. Umaram ki, söz veriblər ki, vaxt tapdıqdan sorularımızın qalanına cavab versinlər. Haşim bəy Bilgini çağırdıq. Haşim bəy Bilgin Güney Azərbaycan Liberal Demokrat Partisi tərəfindən 2 gün gəldi və 2 günü də zorla bir-birimizə təhəmmül elədik. Hər iki tərəfdə günahlar var əslində və sonra da 3-cü gün bağladıq. Yəni, daha mən doğrusunu desək, mən eləyə bilmədim, müsahibəyə davam verəm. Dözə bilmədim. Ondan sonra Mahmud bəy Bilgin cənablarını çağırmışdıq. Özləri qol vermişdilər, söz vermişdilər. Neçə aydı, 3 aydan çox idi. Gələcəkdilər, gəlmədilər. Zəng elədik. O günkü gələcəkdilər. Neçə gün qabaq xəbər vermişdik ki, gələcəkdilər. Gəlmədilər və dedilər səfərə gedirəm, 3 gündən sonra gələrəm ki, 3 gündən sonra da gəldilər, zəng elədik, gəldilər canlı yayından sonra da dedilər, mən gəlməmişəm müsahibə eləyəm, gəlmişəm ki, sizinlə danışmaq ki, neyniyəniz yox. Mən də bu hörmətsizlik sayıram bunu proqrama və insanlara. Bu iki bir parti, siyasi parti lideri əgər bir şey deyir gələcəkəm, onu gəlməlidir. Ölməsə gəlməlidir, ölsə başqa bir şey. Yəni, ölmə çarə yoxdur, amma ondan sonra tamam şeylərin çarəsi vardır. Gəlməli və düşüncələrini ortaya qoymalıydı. Gəlmədilər, mən 6 gün müsahibəni kəsdim elə orada. 6 gün 10 dana mənfi verdim, getdi beləsində. Əmir bəy Mərdani cənabları gələn həftə gələcəkdir Azov təşkilatından. Bu həftəki gələn danışırıq. Bu, Araz bəy Ataxan ilə verdiyimiz zamanıdır. Müntəha onlar bir ay yarım öncə dedilər ki, gələ bilməyəcəklər. Onların proqramı yerləri boş olduğu üçün bu günləri mən Azərbaycan Demokrat Firqəsi təşkilatı ki, tarixi bir təşkilatdır demək olar. Güney Azərbaycanda mən tanıdığım və bildiyim ən uzun sabiqəsi olan təşkilatdır. 75 il, 80 il ömrü var bu partinin. Oradan çağırdım dostlarımızdan. Tanıdığım bir şərif insan Döktür Məhəmməd Hüseyin Yahyayı cənabları dedilər ki, partinin soruşacağım özləri deyəcəklər, parti tərəfindən məsuliyyət tapıblar ki, gəlsinlər, sorularımıza cavab versinlər. Aydındır, bilirəm ki, siz o siyasi partilərdənsiniz ki, bu bəhsləri davam edirdiniz, qulaq asırdınız.
Hətta bilirəm Türkiyədə də olanda belə var idi. Orada da qulaq asırdı bu bəhslər. Çünki hər parti bilməlidir ki, onun rəqib partiləri ya dost ya qardaş partiləri nə cür düşünürlər, nə cür deyirlər, nə cür cavab verirlər, nə cür rəftar edirlər, nə cür davranırlar və onu görməlidir. Görməsə eləyə bilməz ki, iddia eləsin mən siyasi bir varlığam. Mən bilirəm ki, cənabınız bunu baxırdınız, fərqli bir, əlbəttə iki ayrı parti də budur, o cümlədən Salih bəy Yıldırım hətta zəng gelir, soruşur, niyə məsələn filan kəslə müsahibət davam etmədi, niyə olmadı, mən istəyirəm onu görəm nə deyir. Ondan sonra o birisi dostlarımızda mən bir çox ciddi bir şey görmürəm. Yəni, məsələn, deyərlər, tamam biz bu suallara məsuliyyət almışıq ki, suallara cavab verək. Hər halda bir yazılı təvafuqumuz var. Yəni, fikir eləyin ki, mən istəyirəm bir kitab yazam, ya istəyirəm bir tez yazam, müsahibə vaxtı almışam, adam deyib, tamam, mən bu 500 suala cavab verirəm. Amma gəlir o günə ki, yetişir, o gün deyir ki, yox, mənim ayrı işim var, cavab verə bilmərəm. Tamam, bir gün, 2 gün, bir həftə, 2 həftə daha gərək cavab verirlər. Bu siyasi, məncə, düşüncənin çox geri qalmış vəziyyəti ola bilər, məncə. Bəlkə dostların bir ayrı təhlilləri ola bilər. Hər halda, Aydoşur, mən buradan bu bölümü tozif verdim. Cənabınız bir səlaməlik buyurun dostlarına. Sonra mən ikinci bölümə geçeyim. Her şeyden önce Cenab-ı Hidayet, ben size selam arz edirəm. Eyni zamanda bizi eşidən, bizi görən və bizi tamaşa edenlerin hamısına selam deyirəm. Hələ bu yaz günlərində, bu isti günlərdə və isti ürəklə, isti qəlblə hamısına sağlıq, səlamətlik arzulayıram. Sağ olun. Aydoşur, fəqət bir dana, bu kameranın başını biraz əynəşayə, sizin bu sənəz də görsənmir. Aha, bir çox oldu, çox oldu. Bir də, okey, elə belə görək. Tamam, indi siz kamil görsənirsiniz, yəni bu videoda. Tamam. Aydoşur, təşəkkür edirəm. Mən də dostlara səlam ərz edirəm. İndi baxanlar, yoxsa gələn neçə illər, qərnlər bu videolar qalırsa, yazılar qalırsa, kitab olacaqdır inşallah. Onlar qalırsa, bizim səlamlarımızı, saygılarımızı qəbul edin. Var olun, sağ olun. Aydoşur, bu otağın bir müqərriratı vardı. Bunu göndərmişəm xidmətçə. Bilirəm oxumusunuz. Amma qərarımız budur ki, bunun hər parti ilə başlayanda bunu oxuyaq. Həm dostlarımız bilsinlər ki, biz nə əsasda əxlaqi bir şey yaradırıq. Əxlaqi deməyək. Bunu müqərrərat yaradırıq öz aramızda. Əhd-i peyman yaradırıq. Onun üstündə gedək. Ərz eləyim ki, mən əgər eləyə bilsəm, indi onu tapam, onu oxuyayım cənabıza. Gedək. Düşüncə bağı otağının iş quralları. Düşüncə bağı əziz və hörmətli Güney Azərbaycan siyasi təşkilatlar mənsubları, salamlar, saygılar. Güney Azərbaycan Düşüncə bağı otağına xoş gəlmisiniz. Düşüncə bağının iş quralları. 1. İnsafəli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. Sizlərdən soruları İnsafəli Hidayət soracaq. Sizlər İnsafəli Hidayətdən soru soramazsınız. Əgər vətəndaşlardan qonu haqda sorğular gəlirsə, adı bəlli olan vətəndaşlar soru sora bilir və Hidayət o soruları sizlərə yönəltir. Hər kəs təşkilatında olan yer ya mənsubiyyəti və soy adı ilə xitab olacaq. Aydoşur, mən sizə döşkür deməyəcəm. Orada indidən bunu Təşəkkür ederim. Hər siyasi təşkilatın vaxtı o təşkilatın sorulara cavab verdiyi qədərdir. Mümkündür oturum 1 saat ya 5 saat sürsün. Əgər sorular və cavablar bir gündə 4 saat içində bitməzsə, ki bitməyəcəkdir, ara düşmədən və ardı kəsilmədən 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı oturum davam edəcəkdir. Soruların cavabı olduqca xülasə və müstəqim olmalıdır. Bunun təşxisi İnsafəli Hidayətə bağlıdır. Əgər parti mənsubları suala cavab verməkdən qaçınırsa ya cavabda haşiyəyə gedirsə, İnsafəli Hidayət qonağın söhbətini kəsib sorunu yenidən soracaq. Soruların cavabı qane edici oldu ya olmadı, İnsafəli Hidayətin təşxisinə bağlı olacaq. Qonaqların sonuncu cavab haqqı var. Soruda və cavablarda heç bir şəxsə və təşkilata ədəbsizlik, acı söz, pis sifətlər verilməyəcək. Əgər cavablarda hər bir birəyə ya təşkilata tohin, iftira, təhqir və mənfi sifət dilə gəlirsə, o fərd və təşkilata cavab haqqı veriləcəkdir. Həmən birey ya təşkilatın haqqı var, aynı zamanda söz alıb cavab versin ya gələn oturumlarda huzur tapıb cavablasın.
tohin, iftira, təhqir, kötü sifətlərin təşxisi adı çəkilən fərdi və təşkilatlardan əlavə İnsafəli hidayətlədir. Əgər düşüncə bağının qonağı bir şəxsin adını çəkmək zorunda qalırsa, onu ya o bağlı olan təşkilatı tənqid edərsə, ya onlara bir sifət bağlarsa, ya onları sorğu altına alırsa və İnsafəli hidayət o bireyi ya təşkilatı həmən cələsə ya sonki iclasda cavab üçün dəvət edəcək. Düşüncə bağı otağı ədəb, ərkan, mərifət, sayğı və hörmət üzrə qurulacaq. Əgər qonaqlar hər bireyin və təşkilatın adını gətirmək zorunda qalırsalar, sayğılı, hörmətli sözlər ilə o birey və təşkilatın adını səsləndirəcəklər. Otaq başlanandan sonra dək hər qonağın mənfi və sayğısız sözləri bir mənfi nömrə hesab olub onun hesabına yazılacaqdır. Elan olacaq. Hər iclasın sonunda sayğısız sözlərin sayı üzərində mənfi nömrənin sayı elan olacaq. Beləliklə, o fərd və təşkilat mənfi nömrə ilə tanınacaq. Mənfi nömrəsi az olan ya əslən mənfi nömrəsi olmayan təşkilat və onun mənsubu ərdəmli, ən aşağı budur, ərdəmli. Ondan sonra 50% yetişəndə ən ərdəmli və %100 sayğılı olanda milli ərdəmli sifətinə layiq görünüb, topluma və həmən iclasın və sonraki iclasların sonunda tanıtdırılacaqdır. Tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli olmalarını dilər və hər birindən özləri millətimizə ən gözəl ədəbli, ədəbi, siyasal, sayğılı sözləri ilə və xülasə olaraq tanınmasını rica edirəm. Bu yazı düşüncə bağının iş qurallarıdır və millətimizə də sunulacaqdır. Çox sağ olun, təşəkkür ederim. Ay Döşkür, bilirəm ki, bunları bilirdiniz, amma devam edək. Sorularımıza başlayaq. Məhəmməd Hüseyn Yahyayı cənabları kimdir? Çox, belə deyə biləm ki, ən ağır soru budur. Mən Təbrizin Üsküm çox Təbrizə yapışıq bir yerdir. Orada dünyaya gəldim. Əslində Üskümün kətlərindən birində, Bavil adında. Orada dünyaya gəldim. Normal bir xanavadənin içində. Çox ailəli, çox belə, hani 6 qardaş, 2 bacı. Və orada çox belə cavan yaşda, çox cavan yaşda dedim, hətta uşaq yaşda. Tehrana, orada ibtidai məktəb burada oxudum. Ondan sonra Tehrana getdim. Tehranda həm lisə məktəb dönümünə devam etdim. Liseyi orada bitirdim. Ondan sonra kısa bir süre Tehran Üniversitesi'ndə gazetecilik okulunu gördüm. Kısa bir süre, çok uzun süredeydi. Sonra işte bazı nedenlerden dolayı Türkiye'ye geçtim. Türkiye'de uluslararası ilişkiler değiller. Revabete bilimlerde lisans aldım. Daha sonra umur mali değiller orada. Finans alanında yüksek lisans, yani beste lisans ve ekonomi alanında da doktora aldım. Ondan sonra işte siz de biz de diğerleri de bir sürü mesela o İran'ın o şeraitinden dolayı mecbur oldum, İsveç'e geldim ve İsveç'te işte başta o gelme psikolojisiyle biraz çetinliklerle karşı karşıya geldim. Ondan sonra da yavaş yavaş kendi işimi kurdum, kendime çalıştım. Ve daha sonra belli bir ekonomik düzeye geldikten sonra tekrar bilimsel faaliyetlerime başladım. Yazılarıma başladım. Ne bileyim makaleler yazdım. Ve burada bir şeye de dikkatimi çekti. Mahcur kalmış, böyle çok məzlum kalmış Fərqi Demokratı Azərbaycana içimden bir sevgi ve saygı bəslədim. Çünkü ben tarihçi değilim. Ben iktisat dalında doktoram var. Yani iktisatçıyam əsasda. Ama ister istemez bu tarih meselesi benim ilgimi çekti. Tarihe yöneldim. Tarihe yöneldiğimde tabii ki benim zadgahım, dünyaya geldiğim yer Azerbaycan'dı. İstedim görün bu Azerbaycan'da siz beyaz saydığınız çok sayıda partiya vardı. Bunlar beni çok sevindirir. Bunlar beni şeyləmir. Ben onları rəqib partide görmürəm heç. Deyirəm əslində en güzeli budur ki, ne kadar çok olsa yine bizim için bir kardır. Çünkü biləxərə siyasetin bir amacı budur ki,
imkanlar yaradar. Siyasetin zaten esas budur ki imkanlar yaradar. Bu imkanlardan hamımız faydalanmalıyıq. Ne kadar bu siyasi mesela alan genişlerse insanların müşariketi çoxalar. Müşariket çok olduğunda təbiidir ki, daha güzel şeyler mətrəh olar, insan hakları mətrəh olar. O camiənin sosyolojik açıdan o camiə incələnər. İndi bayaq saydığınız o adamlardan, dostlardan ben çoğunu tanırım. Görürəm ki, bunlar hər değişik alanlardan Azərbaycana baxırlar və mən çox sevinirəm. Yəni istəyirəm onu deyəm ki, mən tarixa ilgi duyduğumda baxdım ki, doğrudan da Cənab Hidayət, Fərqi Demokratı Azərbaycan tanınmayıb, bəllidir ki tanınmayıb. Niyə də tanınmayıb? Yine ortadadır. Zaten Fərqi Demokratı Azərbaycan qurulduğundan etibarən xuşunətə məruz qalıb. Qurulduğundan etibarən bəzi narəva sözlər deyilib Fərqi Demokrat Azərbaycan haqqında, qurucusu haqqında narəva sözlər deyilib, fəaliyyətləri haqqında və bir yıl bilirsiniz ki, tək partiyadır ki, İranda bir il milli hükümət qurub və o bir il milli hükümətin gördüyü işlər hələ də Təbrizdə bizim için, gələcək için bir miras ve geçmişten de bir yadigardı bizler için. Bir yadigardı. Ona göre benim ilgimi çekti. İlgimi çektiği sürece de daha çok ilgilendim. Daha çok yazı yazmaya başladım. Gördüm ki xeyr, mən əslən ilk Aydın kez hangi illerde, Hə, Cənab Yahya, hangi illerde ilgili çəkdi? bax 2000 ilindeydi, 1999'larda zattaydı. Bir dostun aracılığıyla Ağay Musavi ile tanıştım. Ağay Musavi o əfsərlərdəndir ki, 1324'te Tehran'dan təyyarəsiyle gelip Təbrizə Fərqi Demokratı Azərbaycana katılmıştı. O insanı ben gittim mi Malmo'da görüştüm onunla. Öz-özümə dedim ki koy ondan bir hani ben bir interview dediğimizde, söyleşi dediğimizde bir şey hazırlayayım. Ve danıştıkça ben daha çok ilgimi çekti ve danıştıkça gördüm ki hayır bu partiyanın derin bir geçmişi vardı. Bu dedikleri çok şeyler bize yalan değildi. Tarihi bize ters öğretipler. Fərqi Demokratı Azərbaycanın temeli her şeyi Azerbaycan'da yaşayan insanlara bağlıdır. Yani bunun bilmem ayrı yerden İran'a empoze edildi, ayrı yerden İran'a gönderildi. Bunlar hamısı əfsanədir. Bəzi adamlar da özlərini mətrəh eləmək üçün bunu çox belə gündəmə gətirdilər. Məsələn, mən hani dediniz çəkməyim, amma gerçi məcburam çəkim, amma neyse ben burada demirəm, amma bəzi insanlar tarix düzəltməyə başladı, tarix qeyirməyə başladılar, tarix Aydın, yaratmaya başladılar. Cənab Yahya'yı yani saygı çerçevesinde atışabilirsiniz. Saygı Yox, çerçevesinde. axı bilirsən, bəziləri vardı ki, insan saygı duyar. Məsələn, nə bilim, bəzi yazarlar haqqında bu denilə bilər. Məsələn, keçmişdə cami qrubu altında Gözəştə Çirağı Raha Ayəndəs deyə bir farsça qalın bir kitap yazdım. Orada çox belə insaflıca məsələlər mətrəh olub. Mən ona saygım sonsuzdur. Amma mən nə bilim, adın mecburum aparım. Cemil Həsəninin Fərqi Demokratı Azərbaycan haqqında yazdıkları hiçbir şeye etibar eləmirəm. Çünkü bilmirəm bu adam hədəfi ne idi? Bu adam niye Fərqi Demokratı Azərbaycanın tarixini niye yazdı? Çünkü bu adam tərəfliydi. Bu adam Fərqiyə düşməncə baxırdı. Halbuki Fərqənin düşmənlik yeri yoxdur. Fərqə Azərbaycan dostuydu. Azərbaycanda yaşayan insanların dostuydu. Hələ dedim o Ağay Musavi ilə gördüğüm yani Mirtəqi Musavi ilə danıştığım, istedim onu bir balaca bir kitapçı halinde çıkarım. Dedim ben buna bir müqəddəmə yazım. Cənab Hidayət, bu müqəddəmə inanın ki əsas mətnidən, yəni onunla danıştığımız o zatdan 70-80 səhifə idi, müqəddəmə daha çox oldu. Mən dərinləşdikcə Fərqi Demokratı Azərbaycanın hədəfləri məni
götürdü bile apardı. Ondan sonra bir iki programda işte müşareket elədim. Elə ittifaqan Radio Fərdada danışdım. Dəvət elədilər. Ondan sonra Pərqara dəvət elədilər. BBC-nin Pərqarında. Orada müşareket elədim. İnanın ki, Ferqə mənim dalımca gəlmədi. Mən Ferqənin dalınca getdim. Ki görün bu Ferqə nədir? Araşdırdıqca Ferqəyə daha çok bağlandım ve onun hakkında kitapları okudum, makaleler okudum. Hem o taraftan hem bu taraftan hem muhalifler tarafından hem muvafıklar tarafından gördüm bu Ferqə hakkında çok insafsızlık olup, çok haksızlık olup. Ona göre mecbur oldum ki Ferqə hakkında bazı şeyleri dile getirem, yazam. 3-4 tane kitabım var. Çok sayıda makale Ferqə hakkında yazmışam ve çok da bile sevinerek ve çok bile hani gururla deyirəm ki bizim Azərbaycanımızın en temelli böyle temel meselelerini gündeme getiren, temel meselelerini dile getiren 1324'te kurulan Ferqə Demokratik Azərbaycandır. Çok büyük bir geçmişi var, çok büyük bir hazinedir. Biz onu gerek o hazinəni çok dikkatlice harcayacağıq. Onu belə də xərcləmək olmaz. Çok dikkatlice harcayacaq ve bizim esasda bütün hareketlerimizin, bütün siyasi hareketlerimizin demək olar ki, o temel daşıdır. O yani hani sütun-u fəqərat deyirlər ya, bütün zaten o sütun-u fəqəratı olmalıdır Firqə Demokratik Azərbaycan. Zaten özü de deyir. Elə bütün hem quruluşunda, hem 12 Şəhrivərdə, hem onun müqəddiməsində zaten deyir ki, biz zaten Azərbaycanda Şeyh Muhammed Xiyabanının qurduğu o təşkilatın bir idaməsi yox. O qurulan o təşkilatın devamçısı yox biz. Ona göre Firqə Demokratik Azərbaycan çok danışılmalı, çok üstünde durulmalı ve inanın ki ne kadar çok o mesele bir ildi. Siz diyebilirsiniz ki məgər bir ildə ne kadar iş görülüb ki bu kadar hey deyirlər də quturmur. Yok, o düşmənlər el çəkmir. Düşmənlər zədləmir. Gerçi o bir ildə çok işler görülüb. Ama baxırsan ki onun düşmənləri dedim hem kuzeyde hem güneyde indi azalıb. İndi çox fərq edib. İndi mən sizə səmimiyyətlə deyə bilirəm ki, Təbriz danışqalarında, məxsusən danışqa Azadda Zadda bir çox fövq lisans tezi Firqə Demokratik Azərbaycan için yazılıb və yazılır. Və gündən günə o şey təqribən silinib. Firqənin bir paygahı var. Firqənin bir camiə içərisində bir yeri var və bu yeri biz səmimiyyətlə qorumalı və hətta bu yeri genişletmeliyiz. Can yani, Ben demirəm geçmişdə buyurdunuz ki bir neçə kitap yazmışsınız. Kitaplarınızın adını diyebilir misiniz? Bəli, mən bəlkə mütəəssifanə demək olar ki, bunların çoxu farsçadır. Elə ağay Mirtəqi Musəvi ilə danışığımız gedir. گفتگوی با یکی از سران فرقه دموکرات آذربایجان آقای میرتقی موسوی و ondan sonra اقتصاد آذربایجان 5 ustadan almışam o اقتصاد آذربایجانda. استان آذربایجان شرقی، غربی، اردبیل، زنجان، همدان ve Qəzvin. Bunların iqtisadi yapısını, iqtisadi alt ustan, iqtisadi təməlini, bağışla, bunların iqtisadi təməlini, konumunu, coğrafiyayı vəzini və nüfuz zadını, cəmiyyətini, coğrafi yapısını, yeraltı ve yerüstü mədənlər üstündə işləmişəm və demişəm ki, Azərbaycan o qədər istedadı var, o qədər az nəzəri mali qudrəti vardı ki, öz ayağı üstünde dursun ve eləyə bilsin ki, hətta İrana bir örnek olsun. Hətta İran deyilən o məmləkətə bir misal olsun ki, zaten tarixdə misal olub da Azərbaycan. Onun hakkında yazmışam. Ondan sonra federalizm hakkında bir kitabım var. Elbette dərsnamədir bu federalizm kitabı. Böyük bir kısmı ister istemez Azərbaycana ihtisas verilip ondan sonra İqtisadi Azərbaycan bir ağayı Ustad Fərzani ilə
Ustad Muhammed Ali Fərzani ilə bir kitab. Yine ilə onu da mən söhbətim oldu. O 1320 ilə 25 arasındakı illəri tozih verirdi. Mən sual-cavab şeklindədir. Ona da uzun bir müqəddimə yazıldı. Nəticədə o da bir kitaba dönüşdü. İndi elə əlimdə bir kitab var. O Azərbaycan dilinə də çevrilib və onun da mesela Ferqi Demokrat Azərbaycan Projeyi Azadi Natamam. Bir projede o vaxt başlayıb, elə o dostlar tərəfindən ki, ayrı hizblər də qurulub, elə biraz onlar tərəfindən qabağa aparılır, biraz Fərqənin öz tərəfindən qabağa aparılır. Ferqi Demokrat Azərbaycan Projeyi Azadi Natamam. Bu kitab Azərbaycan dilinə də çevrilib, Azərbaycan, yəni Bakıda da bu kitab çıxıb. Bu da kitabımdı. İndi də yine elə bunun idaməsi, yine Azərbaycan haqqında səy edilən fəaliyyətləri qabağa aparan bəzi şeylər yazam. Çox sağ olun. Özünüzü bir xülasə olaraq tanıtdırdınız. İndi təşkilatın haqqında biraz danışın. Bəli. Təşkilat Fərqi Demokrat Azərbaycanın quruluş hədəfləri, niyə quruldu? Necə quruldu, hangi təşkilatlarla işbirliği yaptı və sonra necə yıxıldı? Bu uzun bir zatdır, yəni belə bir proqramda, iki proqramda da hətta bunu xülasələmək çətindir. Bəli, Azərbaycan bilirsiniz ki, illərcə bütün İranı idarə edib. Təbriz, Darüssəltənə deyərdi Təbrizə. Təbrizlə Tehran rəqabət halindeydi. Hem siyasette hem iktisatta. İllərcə demək olar ki, Azərbaycan İran iqtisadını idarə edirdi. Gerçi 2-3 dəfə cənglər oldu, məxsusən Ruslarla. Ondan sonra Azərbaycan bölündü, parçalandı, çox yerlər Azərbaycandan ayrıldı. Nəticədə qaldı ki, hələ bu cənglərin mesela müsibəti, bu cənglərin xəzinəsi düşdü Azərbaycan millətinin başına. Azerbaycan'da yaşayan insanların birçok cavan öldü, birçok cavan bu savaşlarda, Rus-İran savaşlarında öldürüldü ve bu bir tane size bir şey diyeyim, ondan sonra soru yadımdan çıkmaz. Siz de zaten mukaddemede dediniz ya, o bize kaysa koymayacaksınız, siz kabağını tutacaksınız. Ben icazə verin ki, bu İran-Rus savaşları hakkında bir balaca bir bilgi verim. Bilirsiniz ki, Gülüstan anlaşması ile İran biləxərə şikəst yedi Ruslardan. Ve ondan sonra nedense Cenab-ı Hidayət mollalar, ruhaniler, ahundlar bu meseleni ele aldılar. Ve dediler ki, xeyr, biz kabul eləməliyik ki, biz İslam dünyası hələ bizlər şikəst yemiş olaq. Biz bilmirəm, kafir Rusları belə eləyəcək, belə eləyəcək. Fətəli Şah dedi ki, bunu təşviq eləmək üçün Şeyx Cəfər Kaşifül Qətani Nəcəfdən İran'a getirdi. Ki Şiəliğin iynəsin, rüşd versin, Şiəliğin üstünde biraz dursun. Bu Şeyx Cəfər Kaşifül Qətani xurafatı getirdi İran'a. Bilirsiniz, şimdi bu qəmə vurma, sinə vurma filan eləmə, bunların hamısının payəsilə o dönemlerde yavaş yavaş tökülür ve idaməsi var. Hələ indi bu günlərdə 21-ci əsrdə qəmə vururlar. 21-ci əsrdə baxın, özlərini şülüküt eləyirlər. Kim için, ne için hiç bilmirlər. Beyinlər elə bir ki, yuyulubdur. Neyse, bu Kaşifül Qətani geldi Fətəli Şah zamanı. Yerini qəşəng möhkəmləşdirdi. Özüne bir sərsaman verdi mesela dini təşkilatlarda ve Fətəli Şah'a əmr elədi. Dedi, biz Ruslarla savaşa girməliyik. Fətəli Şah Abbas Mirza'ya yazdı. Abbas Mirza da Təbrizdədir. Təbrizdə neyini? Təbrizdə mesela amuzi siyasi görür ki, Fətəli Şah'dan sonra biləxərə şah olacaq. Təbriz Darüssəltənədir. Şahların birçoğu Təbrizdə amuzişə siyasi görürlər. Və Təbriz Cenab-ı Hidayət acayip bir yerdir. Təbrizin geçmiş tarixi bir tərəfə, Avropadan gelen diplomatlar hamısı əvvəl Təbrizə gedərdilər, sonra Tehrana gələrdilər.
Evvela bu Təbriz Avropanın yolu üstündeydi. Bir de Təbriz'in özünün bir etibarı vardı. Hem ticarette İpek yolu üzerindeydi. Hem ticarette itibarı vardı. Hem siyasette itibarı vardı. Abbas Mirza dedesine yazdı ki bizim vəziyyət iqtisadımız elə icab eləmir ki biz Ruslarla cəng eləyək. Hətta əgər Rusların mücəhhəzdirlər, Ruslar topa sahiblər, bizim silahımız, zadımız yoxdur. Bu Şeyx Cəfər Kaşiful Qita, ki bilmirəm nədir mən Kaşiful Qitanı, siz məndən yaxşı mənasını biləsiniz. Biləxərə bu başladı ki, xeyr, əgər Fətəli Şah dedi, əgər siz cəng elan eləməzsiniz Ruslara qarşı, mən elamı cihad eləyəcəm. Çünki bu cihadda İmam-ı Zaman gələcək bizə köməklik eləməyə. İmam-ı Zamanın köməkay qeybi ki vardı, onların vəsiləsilə biz Rusları nə eləyəcək? Yox eləyəcək, Rusların böyük məntəqəni geri alacaq filan bəhman. Və mütəəssifanə cəng məcbur oldu ki, Fətəli Şah Qacar elamı cəng eləsin Rusiyyə. Və bu elamı cəng, Cənab Hidayət, Azərbaycanı ikiyə böldü. Bir. Ondan sonra birçok məntəqə, 17 şəhər. 17 şəhər İrandan ayrıldı və İrana böyük zərbələr indirdi. Elə o, mesela, onların bir qəhrəmanı vardı, mesela, General Paskoviç. General Paskoviç'i göndərdilər İran mərzadına, cipəsinə və o Balkanda zadıdı, yani büyük bir generaldı General Paskoviç ve geldi Abbas Mirza'nı vurdu, dağıttı. Neyse geldiler Təbrizdə oturdular, müzakirə elədilər ve İran çok şeyin hakkını elden verdi. Elə ondan sonra bak Dəryai Xəzərdə İran bir hakkını elden verdi. 17 şəhər elden gitti. Ne oldu? Qəramətlər verildi. Bilirsiniz 17 şəhər İran qəramət verib onu. İləl əbəddir. Geri qaytarmaq da olmaz onu. Yəni o qərardadın müddəti yoxdur. Ki sən deyəsən 100 ildən sonra biz bu şəhərləri geri alacaq. Xeyr, qəramət cəngi verilib. Və əcibdir Şah Süleyman, Hidayət. Eynən bu hadisə elə şeydə də oldu. İnqilab 1357 inqilabından da sonra oldu. 1357 inqilabından sonra Xomeyni həvəs elədi ki, mən istəm inqilabı sadir edeyim. Hara sadir edeyim? Irağa. Niyə sadir istən inqilabı sadir eləyəsən? Bilmirəm də onun zehnindən nə geçirdi. İnanın ki, o 7-8 il, 10 ilə yaxın bir müharibə İran iqtisadının hələ də İran iqtisadının müsibətlə qarşı-qarşıya salıb. Bu bölümdən çıxaq edir. Bəli. Yəni mənzur belə bir vəziyyətdə Azərbaycan 1900, yəni mesela elə o zamandan Azərbaycan çok qudrətli bir yerdi. Azərbaycanın dedim iqtisadi güclüydü, Azərbaycanın siyasəti güclüydü. Azərbaycan şahzadələr Azərbaycanda yetişirdilər, gəldilər Tehranda şah olurdular. Yəni hər yönüyle Azərbaycan yuxarıdaydı və bütün Avropa ilə Azərbaycan irtibat yoluydu. Neden İran'ın hatta şərqlə qərbin de yolu elə Azərbaycandan geçirdi. Azərbaycan yaxşı bir mövqeyyət sahibidir. Ta geldi yetişti. Şeyx Məhəmməd Xiyabani bilirsiniz ki dedi ben azadlığı için fədakarlıq edirəm, azadlığı için mesela mübarizəyə başladı. İkinci mecliste de nümayəndə meclis oldu. Neyse sonra da Rıza Şah tarafından öldürüldü bu şərif insan. Mallıydı ama şərif insanıydı. Ve bu Şeyx Məhəmməd Xiyabani öldürüldü. Ondan sonra Azerbaycan'da bir his vardı ki ben niye böyle oldu? Axı niye bizim vəziyyətimiz belə oldu? Neden bunlar bu işleri gördüler? Tehran niye bizim başımıza bir oyun açır? Elə ondan sonra Rıza Şahın zatları mesela hadiseleri bu 16 ildir. Hatta bakın Rıza Şah 20 il hükümet elədi. 16 il rəsmi hükümet idi. Ondan qabaq da zaten vəzir idi. Vəzir mesela nüfus vəzir idi. Nüfus vəzirdən sonra vəzir cəng idi filan bəhman. Yani Azərbaycana bir inan ki bir zulm için bir şey oldu. Yani Rıza Şah zamanında
təhqir zət demirəm, amma mən məzlum nəmayə eləmirəm. Təhqir olundu Azərbaycan. Azərbaycanın dili tapdalandı, özü tapdalandı, ekonomisi məhv oldu. Cünub gücləndiyi sürəcə mesela murasatda o dəryayı şeyler şey olduğu için roş tapdığı için tabii ki yukarıdan biraz muğiyyət iqtisadi Azərbaycan pisləşdi, amma bir də qəsdli oldu. Zişanın bir siyaseti var idi. Mən neyniyim ki Azərbaycanda bir daha bu ictimai fəaliyyətlər baş tutmasın. Bir daha bu ictimai fəaliyyətlər canlanmasın. Onun için iki hedefi var idi. Bir, Azərbaycanı siyasi şeydən yox eləmək, siyasi şey boşaltmaq. Beləxə siyasi qüdrəti Azərbaycanın siyasi qüdrətini azaltmaq. İkincisi iqtisadi qüdrətini də azaltmaq. Zaten siyasətlə iqtisad ayda bir-birinə yaxın paralel gedər. İqtisadi güclü olan siyasətdə güclü olar. Siyasəti yaxşı aparan qruplar, partiyalar təbiidir ki, iqtisadda da güclənərlər. Ona görə bunlar paralel gedərlər, bir-birindən müvazi gedərlər qabağa. Ve onun için Rıza Şah bütün gücüyle səy elədi ki, Azərbaycanın iqtisadını baltalasın, iqtisadını besələ yox eləsin. Yox eləsin ki, yox eləyənməzdir də iqtisadın dalı saxlasın. Yani ona göre gerek sermaye Azərbaycandan qaçaydı. Hara qaçaydı? Tehrana qaçaydı. Hara qaçaydı? Mərkəzə qaçaydı. Və bu Tehrana qaçan sərmayə ilə birlikdə Niru Kar da gedirdi. Bunun yanında da xibreler de gedirdi. Müdürler de gedirdi. Yani sermaye tek öz başına yetmir. Sermaye özüyle müdür de aparır. Sermaye özüyle mahir Niru Kar aparır. Şimdi eləyə sermaye ne eləsin? Çok kazansın. Çok kazanması için de o təbiidir ki, güclü adamları, yaxşı müdürləri, oxumuş insanları özüyle çəkir aparır mərkəzə. Nəticədə Azərbaycan fəqir oldu. Azərbaycan yoxsul oldu. Azərbaycan zaten o gəngin, ona göre işarələdim o gəngi. O müharibələrin kötəyin yemişdi. Əzizlər iqtisadi kötəyin yemişdi, əzizlər insani kötəyin yemişdi. Bu dəfə də Rıza Şahın bu oyunu ilə Azərbaycan getdikcə fəqirləşdi. Hələ mən işarə eləmirəm o dil məsələsində ki, nələr elədilər. O illa da bilirsiniz ki, hatta çok adamda mesela bəziləri deyir, Furuğunun da Mehmet Ali Furuğunun da məşhur bir sözü var. Deyir ki, Azərbaycanda zaten yaxşı Azərbaycanda doğan uşaqlar oradan götürüb aparaq qoyaq Fars məntəqəsinə. Ki bunlar Türkü bilməsinlər. Türkü bunların içində nə olsun, yox olsun. Hətta təhqir için bilirsiniz, siz gazetəcisiniz, xəbərnigarsınız, bilirsiniz ki, bir caməni yox eləmək için onun en rahat yolu budur, onun dilini yox eləyəsən. Onun huviyyətini yox eləyəsən. Onun kimliyini elə eləyəsən ki, o özü öz kimliyini dana. Cənab Süleymanı bu çox bu çox üzücü bir hadisədir. Ki Təbrizdə bəzi xanavadələr mütəəssifən indi də vardı. Uşaqları ilə Farsı danışırlar ki, güya ayrı bir kimlik kazansınlar. Yani öz kimliklerin bu utanç vericidir. Bu insan utanar bu hadiseden. Yani mənzur Rıza Şah zamanında belə bir siyaset qabağa aparıldı. Hatta bunlar bu siyaset çoxu da o vəzirlər tərəfindən qabağa aparıldı ki, o vəzirlərin özləri də Türk idilər. Türk vəzirləridirlər. Onların vəsiləsindən qabağa aparıldı. Ama Muhseni vəzir müdiri kullanmış pərvərişidir. Onun vəsiləsindən ne bileyim bəzi göndərdiyi, Tehrandan göndərildiyi ustandanlar vəsiləsilə elə edilər ki, Azərbaycanlı dilinlə qururlanmasın. Hətta inansın buna ki, bu dil bizə ne olub? Təhmil olub. Bu dil biganə bir dildir, gəlib Azərbaycanda bizə təhmil olub. Halbuki tam tersidir. Azərbaycanda Farsı dili Azərbaycana təhmil olub. Azərbaycanın dili Türkdür. Hələ də hər hal məzubların hamısı əl-ələ verəndə görürsən ki, yani Rıza Şahın sukutu, Rıza Şahın yıkılışı 1320'de, Şəhriverdi 1320'de hamıdan çox Azərbaycanda kutlandı. Hamıdan çox Azərbaycanda neşat qabağa gətirdi.
Çünkü büyük bir diktator, büyük bir zalim deyilebilir o tarihte yok oldu ve o Azerbaycan yavaş yavaş parlamaya başladı. Azerbaycan yavaş yavaş özünü tanımaya başladı. Elə bu tanımağın nəticəsindeydi ki, elə 1320'den sonra böyük təşkilatlar quruldu. Azerbaycan Zəhmətkeşlər Təşkilatı quruldu. Cənab Hidayət, bu Zəhmətkeşlər Təşkilatı çox sayıda bilirsiniz ki, Azerbaycan Şumala çok sayıda niruy kar göndererdi, iş gücü göndererdi. Bunlar orada amuziş görerdiler, bunların orada imkanları var idi. Bunlar o Şimal amuziş deyəndə yəni Bakı, və Bakı Azərbaycan Cumhuriyyətini nəzərdə tutursunuz. bəli, orada hani meydanlarda işlerdiler, neft meydanlarında bazı yerler. Bunların hamısı oradan qeydəndə bir məlumatla qeyd etdilər. Bunların bir həm siyasi sosyal demokrata, yani Rus sosyal demokratlar da bunlarda təsir koymuştu. Neticede bunlar oradan gelende zaten siyasi bilgileri vardı. Yani bu muhacirlerin. Bunlar ile diktatör gedenden sonra, Rıza Şah yıkılandan sonra bunlar ilk teşkilatı kurdular. Zəhmətkeşan Azerbaycan. Adı üstünde Zəhmətkeşan Azerbaycan dedim ya, bunların çoxu da kimlerdiler? Muhacirlerdiler. Muhacirler kimlerdi? Elə cünubdan yuxarıya gedən neçə il işləyib, qeydib gələn 1937'de bilirsiniz ki bir kanun geçti Rusiye'de. Şurevi'de o vaxt, Şurevi zamanıydı. Stalin bir kanun geçirdi. Dedi ki, Şurevi'de kalanlar ya buranın tabiiyetini kabul ederler, Şurevi vatandaş olurlar ve eğer kabul edenmirlerse dönerler öz yerlerine. O birçok insanın mesela Cunub'da ilişkisi vardı. Birçok insanın Cunub'da rabitesi vardı. Bu da bahis oldu ki bunların birçoğu qeydli gəldi Cunuba. Cunuba gələndən sonra bunlar bəziləri hani Farsı bilmirdilər. Ama bilmediler, Farsı bilmediler ama siyasi bilgileri vardı. Teknik bilirdiler. Bunların çoxu teknik məktəblərini görmüşdülər. Siyasi zatta faaliyet eləmişdilər. Bunlar o Zəhmətkeşanı kurdular. Ondan sonra elə ki həmzaman, elə 1320'den sonra Azerbaycan Cəmiyyəti kuruldu. Azerbaycan Cəmiyyəti kuruldu ve Azerbaycan Ruznaməsi çıkarıldı. İlk kez. Yani iller sonra Azerbaycan'da bir ruzname çıkır. Hem Türkiye hem Fars. Organı Cəmiyyəti Azerbaycan. Bu da çok böyle ehemmiyetli bir şey yarattı, zemin yarattı. Ondan sonra tabiiydi ki bunun yanında ayrı gruplar da hatta grubu Bidari İraniyan diye İran Bidar diye bir grup da yaranmıştı ki o da çok acayipti. Taraftar Hitler idiler bunlar. İran Bidar. Bunların da bir ruznamesi vardı. Bir namı Feryat. Ona karşılık antifaşist bir təşkilat kuruldu. Yani istəyirəm deyəm ki, Fərqi Demokrat Azərbaycanın zəmini necə ortaya çıktı? Yani necə oldu bu zəmin hazırlandı ki, Fərqi Demokrat Azərbaycan kurulsun? Bu antifaşist cəmiyyət bir dənə ruznamə çıxardığı Yumruq adında. Yumruq. Ve ondan daha sonra Cephe Azadı kuruldu. Cephe Azadı'da Aydayım elə insanlar qələm vururdular. Bilirsiniz ki, bunların başında Mirzəli Şəbistəri vardı. Onun yanında, Mirzəli Şəbistərinin yanında Cəbbar Saf vardı. Bağçaban vardı. Cəbbar Bağçaban ki, Cəbbar Bağçabanın çok böyle hani deyərlər nişdar bir qələmi vardı. Yani eleydi ki onun yazıları Tehran ile sirkelirdi. Tehran ile təkan verirdi. Yani belə bir zemin hazırlandı. Onun yanında Fərqi Demokrat Azərbaycandan qabaq 1320'de
bilirsiniz 10 Mehri 1320'de Hizb-i Tuhd-i İran təşkil tapmışdı Tehran'da. Hizb-i Tuhd-i İran Tehran'da təşkil tapar tapmaz onun komite iyaletçisi Təbrizdeydi. Bilirsiniz ki ikinci eyalet təşkilatı Hizbün Azərbaycanda olubdu. Və minlərcə zəhmətkeş, minlərcə kariger o təşkilata üye oldular. Hizbün zadına. Ama bunların hamısı o firqənin yerini tutamırdılar. Yəni hələ firqə təşkil tapmayıb ha. Firqə zəmin hazırlanır firqə üçün. Niyə bunlar firqəyə bu bir belə təşkilat ola firqənin yeri boş idi. Neçə dəlili var. Biri budur ki, Süleyman Hidayət. Biri budur ki, Firqə Demokrat Hizb-i Tuhd-i İranın bazı yazılara görə İvanov yazısında deyir 60.000 üzvü var idi. Xoş, mən bilmirəm, vaxan Təbrizdə o qədər sənət var idi, o qədər sənaye var idi ki, Hizbin 60.000 komite iyalətisində üzv var idi, yox idi, bilmirəm, o 60.000 deyir. Ondan sonra o birisi qruplar da ya roşənfikir qruplarla həm bağlı idilər və ya bir növ mesela məhdud qruplardı. Bir tane təşkilat lazım idi ki, o təşkilat bütün Azərbaycanı kapsasın. Hem bu təşkilatları içine alsın, hem eyni zamanda %80 olan, hələ məxsusən əkinçiləri, kəndliləri, əkinçiləri ki, bilirsiniz, əzilirdilər. Ayda hem feodallar tarafından hem büyük mülk sahipleri tarafından hem jandarm tarafından ondan bundan yani onlar milletin o isteklerine cevap verebilsin. O ile Firqə Demokrat Azerbaycan. Firqə Demokrat Azerbaycan zərurət zamanıdır. Heç kəs o Firqə Demokrat Azerbaycanı təmin eləmədi. Bu neçə təşkilatdan sonra indi onun boş yeri müşəxəs olmuşdu. Ki neçə dənə roşənfikir Azərbaycanı yığışdı bir yerə. Bunların başında da Ay Pişəvərdi. Ay Pişəvərdi tanınmış gazeteciydi, tanınmış insanıydı. Tehran'da ruznaməsini çıxardırdı Ajir adında. Və bu ruznamədə çox belə mesela onun dəftəri məhəllidir ki, Azərbaycanlı roşənfiklər gedirdilər, ondan söhbət etdilər, müzakirə edilər. Hətta o iş istəmirdi. Bəli, Ay Pişəvərini qane elədilər ki, sən gəlib Təbrizdən nümayəndə olmalısın. Çünki bilirdilər onun zərfiyyətini bilirdilər, kapasitəsini bilirdilər, zərfiyyətini bilirdilər ki, sən bu işi qabağa apara bilərsən, sən bu qüdrətə sahibsən. Ay Pişəvərdə qane oldu, ruznaməsini verdi dostlarına, gəldi. Dedi, gəldi Təbrizə və Təbrizdə bütün məntəqələr kət dolaşdı. Ay dayət, dolaşdıqca Azərbaycanın fəlakətini gördü. Azərbaycanın bədbəxtçiliyini gördü. Azərbaycanlı Pişəvəri belə görməmişdi. Onun zindandaydı. Ay Pişəvəri 10 il Rıza Şahın belə təklif zindanındaydı. Yəni bax düşmənçiliyə. Bir insan tutasan 10 il belə təklif saxlayasın zindanda. Nə dadqahı olurdu, nə mesela bunlar məhkumiyyət verilirdi. Heysan. 10 il adamı zindanda saxlamışdılar. Və heç şeyin da yox idi. Yəni fikirləmir ki, onun zindanda qaldığı için heç bir adamdan nifrət eləmirdi, heç bir adamdan pis söz də demirdi. Bu kibar insanıdır, ağıllı insanıdır, yəni hələ ədəbi insanıdır. Çox güclü, qüvvətli qələmi var idi. Və bu qane oldu ki, mesela Təbrizdən nümayəndə olsun. Nümayəndə oldu. Bu ayı qoyu İkisi nəfər əvvəl ayı qoyu oldu, ikinci nəfər bu oldu. Kələ o, mən demirəm o intixabat necə oldu. Bunların məclisə girməmələri üçün Tehran hökuməti əlindən gələn işi gördü. Ki bunlar nümayəndə olmasınlar. Yəni ona görə də zaten bunlar seçiləndən sonra Tehranda 14-cü məclisdə bunların etibarnaməsi rədd oldu. Etibarnaməsi rədd olundu, Ay Pişəvəri dubara gəldi Təbrizə. Əlbəttə nə oldu məclisdə özü uzun bir hikayədir.
Ki nə oldu? Gəldi Təbrizə, təsmin tutur ki, yoldaşları, dostları deyir ki, qardaş, bizim 6-7 təşkilat siyasımız var, amma millətə xitab edən, milləti dalinə alan, millətin istədiyi istiqamətdə hərəkət edən böyük bir təşkilat yoxdur. Və o təşkilat lazımdır. Hizb-i Tuğ İranın üçün təbəqatı bir təşkilat hizbidir. Təbəqatı məsələni mətrəh eləyir. O eləyənmir cavab versin kəndlilərə, o eləyənmir cavab versin hani qarizatlara, o zəhmətkeşlərə, hələ kəndli zəhmətkeşlərə, əkinçilərə cavab verənmir. Nəticədə belə bir şey təşkilat lazımdır ki, eləyə bilsin, onları xitab eləsin, onları yanına alsın. Nəticədə başladılar fəaliyyətə və qərar verdilər ki, bir dənə platform hazırlasınlar. Və Bəyaniyə 12 Şəhrivər hazırlandı. Bəyaniyə 12 Şəhrivəri 46 dənə belə Təbrizin qabaqda gələn roşənfikirləri, həm tacirləri imzaladılar. Nəticədə Fərqi Demokrat Azərbaycanın mesela teşkilatlanma prosesi başladı. Ondan sonra bir kongre təşkil verdiler. Kongre bütün Azərbaycan məntəqələrindən çağrıldı və kongre Ağay Pişəvəriyə məmuriyyət verdi ki, dövlətin qursun. Ağay Pişəvəri 20 maddəlik bir təşkizat ilə, bərnamə ilə Fərqi Demokrat Azərbaycanın milli hükümətini təşkil verdi. Və ondan sonra zaten bir ildə görülən işləri mən bilmem burada xülasə edeyim, eləməyim və çox işlər görüldü Süleyman. Ayet. Yəni o qədər işlər görüldü ki, əhəmiyyətli işlər. Onların məsələn başında Dövləkeşi Təbriz. Dövləkeşi Təbriz ikinci şəhərdir. Amma Dövləkeşi yoxdur. Radio Təbriz, Danışgah Təbriz. Bir il içerisinde yüzlerce dermangah qeyrildi. Yüzlerce medrese tikildi. Xiyabanlar asfalt oldu. Eğer millet bir devletin dalında olmasaydı, mümkün değildi bu kadar bir ildə işler görüldü. Bunu ben demirəm, yani fikirləmiyim bizler deyirik. Bunu bile Tehran'dan gelen ruznamenegallar da dile getirdi. Ay Purvali vardı, İsmail Purvali. O deyirəsən Təbrizi mən tanıyamadım bir ildən sonra. Elə qürurlu millət çalışırdılar, elə şəəflə, neşatla çalışırdılar və o ruznaməni aidayət. Biri öz dilində ruznamədir. Öz dilində olan ruznaməni oxuyurdular və millət yığışırdı, hamı qulaq asırdı. Hamı qulaq asırdı ki, əsən şəhərlər belə ayrı bir vəziyyət olmuşdu. Yəni bunu yine ben hesaplamıyorum, yani bunu hatta konsulgeriye İngiliz'den, konsulgeriye Amerika'da öz xatirətlərində yazırlar. Hatta guzarişlərində yazırlar ki, Təbriz ayrı bir hava var Təbrizdə. Təbrizdə ayrı bir dünya var. Nəticədə Ağay Pişəvəri ərz elədiyim kimi hökumətin qurdu, milli hükümət 10 dənə vəzirlə işə başladı. Zəifləri var idi. Amma ümid var idi. Çünkü poştibanlı olunurdu millət tərəfindən. Azərbaycanlılar tərəfindən poştibanı olurdu. Ben eğer sual varsa xidmət Güzel. istəyəm. Ben Yok. suala gireceğim. Ben. Biraz uzun oldu. Xahiş edirəm. Lazım idi tanışlar. Ben. Hem cənabınızla hem təşkilatla tanışaq. Biraz buradan bu xahiş edeceğim ki, biraz kısa buyurasınız. Təşkilatın əslində ikinci soruya da cavab verdi ki, hangi tarixdə və hangi şərtlərdə durdu. Amma əsli qonuları nə idi? Yəni nə istirdi? İttifaqən 12 Şəhrivərin elə 12 maddəlik 12 Şəhrivər 12 maddəlik bir mənşur ilə işə başladı. Adını qoydular müraciətnamə. Bəyaniyə, müraciətnamə qoydular. Soruşdular ki, siz niyə bunun adını qoydunuz müraciətnamə? Dediler ki, çünkü biz istiyoruz Şeyh Muhammed
Məhəmməd Xiyabanının hərəkətini canlandıraq. Ona görə müraciətnamə adını qoyuruq. İstirik onu canlandıraq. Müraciətnamədir bu. Və orada müqəddəməsində də çox gözəl bir şeylə deyir, bizim hədəfimiz bu deyil, İranla ayrılaq. Biz belə bir niyyətimiz yox. Biz yox, İranda askıya alınan, rəfə qoyulan, üstünü torpaq tutan qanun əsası icra olunsun. Bizim qanun əsasımız məşruta qanun əsası icra olunsun. Bu məhsul minlərlə, milyonlar litr qandır bu məşruta qanun əsası. Azərbaycandan hani Səttarxanlar, Bağırxanlar durubla gedib də Tehranda bu qanun əsasını müdafiə eləmək üçün, məşrutəni qurtarmaq üçün. Biz de bu kanunu məşruta icra olunsun. Bu kanun məşrutada bir şey deyir. Deyir ki, eyalətlər və vilayətlər öz sərnəviştini özləri təyin edə bilərlər. Biz nə gərəyi var Tehrandan biz əmr alaq? Tehran bizim hər şeyimizə qarışsın. Biz öz-özümüzü idarə edə bilirik. Bizim zatımız yoxdur, Tehran bizi idarə eləsin. Hətta bunu dediğim o konsulgerler de yazır. Yazır ki Azerbaycan'ın bu nəticəyə yetişib ki öz-özünü idarə edə bilər. Hətta Tehran'dan yaxşı idarə edə bilər. Nə gərəyi var Tehran əmir versin veya Tehran ustandar göndərsin. Bunu inanıbdır. Yəni ona görə bu birinci maddə ilə 12-ci maddədə 3 dənə müşəxəs şeylər var ki, sonra çoxalır bunlar. Bunlar məsələn birinci maddəsi bu idi ki, biz öz sərnəviştimizi özümüz təyin edirik. İkincisi bu ki, bizim dilimiz var. Bu Can Biyagari, bu biz istirik öz sərnəviştimizi özümüz icra eləyək. Bu Leninin dediği sərnəviştə işarə edirdilər ki, sonra Sazman-ı Miləldə gəldi, yoxsa bir başqa bir şeydi. bax, Cənab Hidayət, təyin sərnəviş Soqratdan başlayıb, yəni Yunanı Bastandan var. İnsan ondan sonra bilirsiniz ki, Fransa inqilabı və ya Amerikanın Amerikanın qanun Jefferson'un yazdığı insan hür duvar, hür yaşamalıdır. İnsanı bağlayanməsən, insan doğuşdan ki dünyaya gəlir, hür dünyaya gəlir. Sən bunu qanun qaydələrlə əlin qolun bağlayanməsən. Hələ bu qavanın elə bir qavanın olar ki, bunun özü ilə, bunun mesela hani təbiəti ilə müğayir olar. İnsanın fərz təbiəti dilidir. Sən bunun dilini bunun əlindən alasan. Yəni bunun dilini bunun əlindən alasan, bunun huviyyəti ilə tək oynamırsan bunun. Bunun təbiəti ilə oynayırsan. Bu təbiətinə insanın qarşıdır. Mən bir dillə dünyaya gəlmişəm, geri ayrı dildən danışam. Ayrı dillə məktəbə gedəm. Ona görə Fərqə Demokrat Azərbaycanın 12 şəhərlərin ən böyük üstündə durduğu məsələ dil məsələsiydi. Deyir, qardaş, mənim ayrı dilim var. Sən niyə bu dili təmin edirsən mənə? Mən niyə gərək məktəblərimdə farsı oxuyam? Halbuki dilim var, öz dilimdə istəyirəm məktəbim olsun, öz dilimdə istəyirəm rüşd edeyim, öz dilimdə istəyirəm şəxsiyyətim, kimliyim müşəxəs olsun. Sən niyə bunu mənə təmin edirsən? 2, deyir, axı sən necə olub ki, sən 3 dənə əsas şeyi vardı. Bir dil məsələsi vardı. İkincisi məsələ bu idi ki, deyir, qardaş, sən Təbrizdə mən yığışan bir yerə toplanan maliyyatı niyə aparırsan Tehrana? Və niyə Tehrandan istəsən mənə hani diləncilik pulu verəsən? Mənim öz maliyyatımın heç olmasa 50%'ini özümdə xərclə. Mənim 50 toplanan, Azərbaycanda toplanan maliyyatın 50%'i elə Azərbaycanın özündə xərclənsin. 3, qardaş axı biraz da insaflı olun. Azərbaycan pod cəmiyyətdir. Azərbaycanın cəmiyyətinə görə məclisdə təmsil olunsun. Nümayəndəgan Təbriz, Tehranda var, onlar nümayəndə bizim cəmiyyətimizlə uyuşmur. Yəni olmur. Biz 4 milyona yaxın cəmiyyət ol. Bizim orada olsa neçə dənə nümayəndəmiz var. Niyə ayrı yerlərin? Məsələn, hani 30 minə bir cəmiyyət var, bir nümayəndə var. Bizim 100 minə bir nümayəndə var.
Bu insafsızlıqdır. Bizim nümayəndə haqqımız çoxalmalıdır. Nümayəndə haqqının çoxalması demək, cənab Hidayət. Yəni imkanları biləxərin nümayəndələr öz məntəqələrində nə edirlər? Fəaliyyət edirlər ki, bəzi iqtisadi imkanları öz məntəqələrini çəksinlər. Ona görə bu 2-3. Ondan sonra bizim sənayemiz dalı qalıb. Bizim sənətimiz dalı qalıb. Bizim ticarətimiz dalı qalıb. Biz bunları Rıza Şah zamanında zaten belə oldu. Biz bunları geri istiyoruz. Biz istiyoruz ticaretimiz yaxşı olsun, alışverişimiz yaxşı olsun. Bir de bizim saxtarı bəzi məvane var. Bu saxtarı məvane ortadan qalxmalıdır. Bir, məsələn islahat ərzi olmalıdır. O bərnameyi 20 maddəlik Hökuməti Millinin birinci maddəsi ilə islahat ərzi idi. Keç olmasa o yerlər ki, xalisədir, dövlətə aiddir. O yerlər ki, bəzi xanlar ki, hökuməti millidən qorxdular, qaçdılar, yerlərini bıraxıb getdilər. Onu millətin arasında bölüşdülər. Millət orada əksin, tiksün. Ayda elə bir şey görmüşdülər ki, hələ də ki, hələdir, o parmağını göstərdilər. Kətlər öz aralarında böldülər, quru eynən yerə sahib durdular. Demədilər ki, bilmirəm, sən filankəsin oğlusan, sən bu yerdə yaxşı yeri sən ol. Hamısın əndazəsini tutdular, kətlərin özləri. Əlbəttə, təbiidir ki, Hökuməti Millinin də nümayəndəsi vardı. Ondan sonra qoru əkeşlik elədilər. Kimə hara düşür? Kimin haqqı hansı yer olacaq? Qoru əkeşi ilə bu yerləri payladılar. Ondan sonra, yəni demək istəyirəm, amuz pərvəriş, maliyyat, tedad nümayəndələr. Ondan sonra azadiyə mətbuat, azadiyə arvadların azadlığı, arvadların haqqı var, intixabatda şirkət eləsinlər. Ondan sonra bir sürü ayrı bəhslər ki, zaten Fərqi Demokrat Azərbaycanın programında vardı. Sağ olun, teşekkür ederim. Can Yahya, şimdi biraz sizinle tanış olduk, biraz partinin tarixiyle tanış olduk, şəraitiyle tanış olduk və istəkləri de biraz tanış olduk. İndi bir umumi sual soruşacağım. Bəli. Hizb və təşkilatın anlamı nədir? Yəni, kulli olaraq. Hizb təşkilatın anlamı. Siz Dalıya gedəndə buradan üstəz görsəniz, çənədən üstə. Onu kameranı əysəz Dalıya otura bilərsiniz. Kameranı biraz üstün. Bu cür yaxşıdır, amma bu cür qalanmırsınız. Gedirsiniz Dalıya. Qalım. Baş istəsən belə qalacağım. Tamam. Cənab Hidayət, məmulən siyasi təşkilatlar bəzi camiənin istəkləri istiqamətində təşkilatlanırlar. O camiənin istəklərini qabağa apararlar. Yəni, mesela biz sazmandilər, bir təşəkkürlərdilər ki, az sayıda mütəşəkkil insan, çox sayıda qeyri-mütəşəkkil insanı neynə idarə elər. Onların hədəflərinə çatmaq üçün fəaliyyət edirlər və hizblər də belə qururlar. Hizblərin də qurulub da el-əbəd yaşayacaqları diye bir şey yok. Bunların bir misyonları var. O misyonu icra ondan sonra belki tarihi qarşılayırlar. Belki form değiştirirler. Forma değiştirirler. Ayrı formada ortaya çıkarlar. Fərz edək ki, indi fərz edək ki, Fərqi Demokrat Azərbaycan bugün 1324 deyir. Ayrı istekleri var. Ayrı programı var. Ayrı bir hedefleri var. Ona göre hiçbir təşkilat sabit kalmaz. Təşkilatlanar, hədəfinə çatmaq üçün fəaliyyətini göstərər. Onda heç ya qismən hədəfinə çatar veya çatmaz və həmişə sürekli o değişim halindədir. Fərqət elədi, bütün hesaplar da belədir. Can Yahya, biz biraz tanış olduk sizinle ama sizin ilgisi partiyle bilmədik nədir? Cənab Hidayət, mən deyə bilirəm ki, mənim zaten ilgim bu Fərqi Demokrat Azərbaycanla əslində inanın ki, mənim bu çalışdığım, yazdığım belə mən Fərqənin tərəfinə getmişəm. Fərqə mənim tərəfimə gəlməyib. Mən Fərqəyə baxıram ki, məzlum qalıb Fərqə.
Fırqa bilirsiniz ki, dəlillərini də indi o birisi proqramda da deyəcəm ki, nə oldu, proses necə qabağa getdi. Bilirsiniz ki, hizblə birləşdilər 1339-da. Bu da bir zərbə oldu hətta fırqəyə. Ondan sonra nələr oldu, bunların üstündə təkər-təkər danışacaq. Mən Can Yahya'nın interneti elə bir biraz boş oldu. üzr sayıla bilirəm, ona görə Arkadaşlarını özümü də boşaltsınlar. müvəzzəf görürəm ki, fırqanın siyasətini o cür ki vardı, o cür bəyan edəyəm. Heç nə təbliğat istəyəm edəyəm, nə bizi də deyəm. Mənim fəqət Siz fırqanı indi tanıtam. yəni məsuliyyətiniz partidə nədir? Yəni təşkilatda məsuliyyətiniz var, yoxdur? Əslən Bunların- təşkilat işləyir ya yox? Yəni biz Bəli, buradan tarixdən bəli. təşkilat nə vəziyyətdədir? Əlan var, işləyir, neçə nəfər? Əslən bunlar bir təşkilatın özünün indiki bugünkü vəziyyətində bir tanıtdırın lütfən. Cənab Hidayət, Fərqi Demokrat Azərbaycan dediyiniz kimi 78 yaşındadır. Bu yaşayır, dəbirxanəsi Bakıdadır. Rəhbəri xanımı Adilədir, Adilə Çərnik bilən. Yaşlı bir xanımdır, 92 yaşında, profesordur, profesoru medisindir, yəni pezeşkidir və fəaliyyət edir. Komitə mərkəzisi var, yaxşı da bir yeri var. Elə qədimdən o zəhmətkeşlər, Azərbaycanlı zəhmətkeşlər cünubdan gedib yuxarı, məcbur olub ki, yuxarı gedənlər, onlar tərəfindən mesela pul yığışıb, onlar tərəfindən bu yer alınıb və bu yer indi Fərqi Demokrat Azərbaycanın malıdır. Və bəli işləyir, dəbirxanəsi var, ruznaməsi var, saytı var, fəaliyyətlərin qabağa aparır. Elə bizlərə qalıb ki, bu Avropada olan, heç olmasa Amerikada olan, Kanadada olan, Avropada olan insanların nəinki biz bu Fərqi Demokrat Azərbaycanın geçmişində qalmamalıyıq. Biz ilərini görməliyik. O bəllidir ki, ilərini görmemiz üçün gerək bəzi şeylərdə beləxərə təğyirat olunmalıdır. Elə fırqada da təğyirat olunmalıdır. Fırqanın da hətta görüşü, dünya görüşü dəyişməlidir və dəyişir də. Bunun əsasnaməsi o vaxtdan indi bu günə qədər neçə dəfə dəyişib və hələ də elə bu dəyişmə davam edir. Yəni güncəl olmalıdır. Yəni bir parti özünü güncəlləşdirməsə. Cənabınızın ilgiz parti ilə nə cürdür? Yəni siz üzvüsüz, yoxsa orada bir işiniz, məsuliyyətiniz var? Siz məni üzv sayın, o birisi qismətlərini icazə verin ki, mən üstündə durmayayım. Tamam. İndi yenə qeyd edirəm ümumi təşkilata, yəni ümumi təşkilatlardan soruşuruq. Təşkilatın zərurəti nədir? Bir dənə təşkilat niyə yaranır? Zərurəti nədir? Ərz elədim, biz zərurəti budur ki, əvvələn təşkilat yaranmasında mutlaka o təşkilatın yaranmasında ən önəmli məsələ güncəl məsələlərdir. Yəni o məmləkətdə, o toplumda, o cəmiyyət içərisində cərəyan edən hadisələrdir ki, bir təşkilatı yaradar. O millətin, o toplumun istəkləri istiqamətində hərəkət elər. Onlara yön verər, cəhət verər. Onları hani organize elər, sazmandahi elər ki, o insanlar o hədəflərinə varsınlar. İnsanlar o hədəflərinə nə olar? Təşkilatın amacları nə olar? Təşkilatın amaçları təbiidir ki, əsasnaməsində yazılır. Məramnaməsində necə o yola, necə o istəklərə varıla bilir, onu məramnamədə yazarlar. Əsasnamədə də kullu şeylərin yazarlar ki, nə üçün qurulub, necə qurulub, üzviyyət necə ola bilər, çıxış necə ola bilər, hətta necə ola bilər ki, bir təşkilat özünü mülhən elan eləyə bilər. Bunlar hamısı o əsasnamədə yazılıb və bəllidir ki, bütün təşkilatların əsasnaməsində yazıb ki, bizə üzv olan və hətta biz milləti təmsil eləmək üçün millətin istəkləri doğrultusunda hərəkət edirik. Və təbiidir ki, Fərqi Demokrat Azərbaycan nəmayəndəçiliyi kimin tərəfindəndir? Azərbaycanlılar tərəfindəndir.
Yani lokal bir təşkilatdır. Əlbəttə bilirsiniz ki, lokal təşkilat dediyimdə yanlış anlaşılmasın. Çünki Tehran indi ən böyük belə türkneşin şəhər Tehrandır. Tehranda milyonlar Azərbaycanlı yaşayır. Kərəcdə milyonlar Azərbaycanlı yaşayır. Qumda, hani Məşəddə, Şirazda, zətdə bunların hamısı bir çox türk yaşayır. Bunların hədəfi budur ki, Fırqı Demokratı Azərbaycanın hədəfi budur ki, bu insanların dilini, bu insanların inancını, bu insanların kimliğini, hüviyyətlərini bunlara versin. Hətta əlbəttə təşkilat vermir. Bunların nə istədiklərini dilə gətirə bilsin. İndi bu ya qəzetlə olur, ya bu təşkilatlarla olur. Yəni bunların hamısını dilə gətirir ki, neynəsin? Tabii ya, Bunlar yani o milletin o istəkləri dilə gətirir. Acaba onları axtarır, tapır, yoksa millet onu özü ilə dilə gətirir. Yok, Cenab-ı Süleyman, Cenab-ı Hidayet çok ağır bir şey değil. Mesela 1324'te Fırqı Demokratı Azərbaycan təşkil tapanda İranın 80% cəmiyyəti kəndlərdə yaşayırdı. Yəni dehqani hərəkətidir. Bəndən nəticə Fırqanın əsas siyasətini kəndlər təşkil verirdilər. Ona görə də kəndlərdə neynədi? Əlbəhəm elə organizat oldu. Kəndlərdə sazmandehi oldu. Amma indi vəziyyət elə deyil. İndi 20 xorda edərsə kəndlərdə yaşayır. 70 xorda edərsə də şəhərlərdə yaşayırlar. İndi istəklərlə o vaxtki istəklər eyni olmaz. İndi artıq kəndlilərin sayısı azalıb, şəhərnişinlərin sayısı çoxalıb, şəhərdə çoxaldığı insanların da istəkləri də dəyişikdir. İstəkləri də fərqlidir. Mənzurum budur ki, məsələn, bəzi təşkilatlar indi istiqlal istəyirlər, bəzisi federal istəyirlər, bəziləri haqqı təyini sərnəviş istəyir, bəziləri yəni müxtəlif bir amaclar üçün gəliblər. Əcəb bunu nə cür tapırlar? Bu amacı nə cür kəşf edirlər ki, mən bu amacı götürüm, gedim? Ayda camidə biləxərə camişünaslar var, camidə rəvanşünaslar var, iqtisadçılar var. Sondaj eləyirlər, sökürlər görsünlər camidə nə istek var, hədəf nədir? Və onun üçün fəaliyyət edirlər ki, o istekləri yazsınlar, o istekləri dilə gətirsinlər və o isteklərin hərəkət eləsinlər o istiqamətdə. Bəli, vaqiət budur ki, Buyur. bəli. Siz buyurdunuz ki, yox, Fırqı Demokratı Azərbaycan elə başdan etibarən İranı bir bütün olarak görür. Bəli, haqqı təyini sərnəvişdə inanır. Elə bayaq siz bir sual soruşdunuz, mən ondan tez bilirsiniz, haqqı təyini sərnəviş çox qədimki bir hadisədir. Lenin tərəfindən bir məqalə halında yazıldı. Sonra Stalin tərəfindən hətta o genişlədi bir istilah və hətta bütün kitablarda da indi milli məsələ yazılırkən elə yine o Stalin'in o yazdıklarına müracaat ederler. Stalin'in millət məsələsini, milli məsələni nəyə görür? Dediğiniz kimi zaten Lenin'in o məqaləsi bir yerdə millətlər öz sərnəvişini təyin eləməlidir. Hətta bu bilirsiniz ki, yavaş-yavaş Sazman Milləl Muttəhidin literatürüne geçti. Menşur hukuku beşere geçti. Ondan sonra konvansiyonlara geçti. Helsinki konvansiyonunda yazıldı ve diğer yerlerde de yazıldı. Artık insanlar öz sərnəvişlərini özləri təyin eləməlidir. Və bu yavaş-yavaş genişlədi. Bəli. Can Yahya'yı indi məsələn bizim Güney Azərbaycanda, İranda, Tehranda, Kərəcdə, Məşəddə, Xurasanda, Cunubda, Bəluçistanda, hər yerdə türklər yaşayırlar. Bəli. Və bu türklər bəlkə istərlər şeyi təşkilatlansınlar. Amma qorxurlar dəyişik təşkilatlarla əlaqə bağlayalar. Özləri bir dana adam ya bir neçə nəfər istəyirlər təşkilatlanalar, nə cür təşkilatlana bilərlər? Yəni istəyək burada örgədək bunlara deyək ki, nə cür təşkilatlanın? Nə deyərsiniz? Her şeyden qabaq bu insanlar bir inanmına, yani bir şeye inanmaları lazımdır. Bir şeye inandıktan sonra o istikamette bir menfaatleri doğrultusunda. Yani bu değil ki sen çalış benim menfaatim için değil. İnsanlar menfaatlerini korumak için
insanlar mənfəətini genişletmek için, insanlar mənfəətlərini çoxaltmaq için belli bir hak hukuka sahiptiler. Ve birlikte hareket eləsələr, baham hareket eləsələr, tabii tez haklarına, hukuklarına yetişirler. Ve bu normaldir. Ama bu demek değil ki Azerbaycanlı hani obrisi İran'da yaşayan diğer milletlerle düşmendi. Belə bir zat yoktur bizim nəzərimizdə. Biz elə hamımız elə eyni yox, eyni haqqı hukuka sahib o mütəsavi hukuk biz. Ama biz siz de siz. Ama birlikte hareket ediyoruz, birlikte başlayaq. Fars, Türk, Ərəb, Əcəm, Kürt diye bir şeyimiz yoktu. Bizim hamımız insan olarak bir hakkı hukuka sahip. Tabii hakkımız var. O tabii hakkımızla birlikte eğer sen beni etibar edersin, ben sana etibar edersem, sen benim hakkı hukukumu tanısın, ben senin hakkı hukuku tanısam, bir müşariket ederiz, işleri daha rahat qabağa aparırıq. Bizim elə bu fırqanın əvvəldən də siyasəti bu idi. Yəni fırqa demir ki, mən farslarla düşmən deyirəm. Mən Kürtlərlə də düşmən deyirəm. Heç kəslə mən düşmənliyim yoxdur. Mənim hədəfim budur ki, həmkarlıq eləməliyik. İndi yaxşı zaman gəlib ki, hani bir federal bir düzen qurmalıyıq. Tamam. Artıq Belə bu federal sualı soruşacağım. Bəli. Siz təşkilat, yəni qurulanda İrancı bir təşkilat olubdu. Bəli. Haqqı təyini sərnişdə etiqad tapırdı. İndi siz bu günləri siyasi olaraq istiqlalı düşünürsünüz, federalizmi düşünürsünüz, haqqı təyin sərnişdi düşünürsünüz. Nə düşünürsünüz? Azərbaycanlılar üçün, Türklər üçün. Ümumən Azərbaycanlılar aid ayət. Azerbaycan Federal Demokratı Azerbaycan hakkı adını platformunda yazıp yani 12 şehirlerde zaten her zatı yazıp dilimizi, hukukumuzu, maliyatımızı hatta her şeyimiz orada yazılıp bu bir. İkincisi indi zamanda değişipti. İndi artık dünenki zaman değil, İsrail'inki zaman değil. Yani milletleşmenin globalizm düzende milletleşmenin bir manası da yoktu. Yani diyor ki İran'da bir millet var, onun bir dili var, bir tarihi var falan. Bunlar artık yani tarihe karışık. Bizim herkesin özünün bir dili var, herkesin özünün bir milleti var ve bunlar muhteremane birbirinin yanında hatta həmkarlıq eləmələri için ki, həmkarlıq eləsinlər, gerek öz hukuklarını bileler, öz kanunlarını bileler. Biz indi federalizme inanırıq. Niye? Hangi federalizme inanırıq? Qomi federalizm de olabilir, coğrafi federalizm de olabilir. Bu artık bilirsən orada yaşayan insanların təbəhhürünə, orada yaşayan insanların mənfəətlərinə bağlıdır. Biz dediğim kimi düşmənlik zadında deyirik. Biz hətta həmkarlıq niyyətində. Mən arzum budur ki, İran'da Avrupa kimi bir hani İttihadi Avrupa kurulsun. Yani Avrupa Birliği gibi biz de orada bir İran'da yaşayan Yani bütün milletler. sizin partide İrancılık var mı? Hayır, İrancılık biz dedim İran'la bizim düşmançılığımız sözünen ki düşmançılığımız yoktu bizim. Ama İran'da qabağa aparılan o siyasetle hiç barışmırıq. Bəli vaxtdır ki, indi belə 45 il inqilabdan geçip sən də 15-ci əsr icra olunmur. Axı mən necə dostluq edeyim? Hani İran Təbrizdən, Azərbaycandan maliyat toplanır, vergi toplanır. Bilmem Fərəngistan ulumu zəbanı Farsiyə işlədilir. Bu bizi ister istemez birbirimizden ayırır. Elə Təbrizdə, Azərbaycanda yığılan vergiler, maliyatlar Azərbaycan fərhəngini, Azərbaycan dilini gücləndirməlidir. Azərbaycan dili Türkdür. Türk dilini gücləndirməlidir. Mən Tehrana versəm bu maliyatı, təbii ki, bu xoşnut deyirəm, razı deyirəm. Amma bu demək deyil ki, mən Farsi ilə də düşmənəm. Yox, mən istəyirəm ki, Farsi dili də bilsəm yap yaxşı. Ərəbi də bilsəm yap yaxşı. Məsələn, Farsla düşmən deyiləm deyirsiniz, amma düşmən, əgər düşmənçilik edirsiniz, onunla düşmənçilik eləməsəz olar mı? Ola bilər. O məndən düşmənçilik edir çünki nadandır. Əgər mənlə düşmənçilik eləməsə onun mənfəətinədir. Mən onu deyə qane eləyəm ki, sən məndən düşmənçilik elədiyin sürəcə siz müvəffəq olarsınız. Məsələn, 100 il bundan sonra da müvəffəq olarsınız ki, onu qane eləyəsiniz.
ki sizin mənafeyiniz buradadır ki, bizlə işləyəsiniz, amma o görür ki, mənafeyi buradadır ki, sizlə işləmir. Bir dövlət mənfəəti var, bir də millət mənfəəti var. Millətin mən qane eləsəm Fars millətini, Kürt millətini, Ərəbi, Bəluçi qane eləsəm ki, bizim həmkarlığımız bizə mənfəət sağlar. Bizim həmkar, bir dövlətlə işimiz olur. Dövlət özünün bir siyasəti var, qabağa aparır. Zaten Şahın zamanında olan siyasəti qabağa aparır. Bir millət, bir dil, bir filan bəhman. Amma mən bunu əgər mən qane edə bilsəm o birisi millətləri ki eləməliyəm zaten. Mən qətrabit eləməməliyəm. Mənim bir hani onlarla həmkarlıq eləməm Bilirsiniz ki, lazımdır. məsələn, keçən 70 ildə, 78 ildə bu işi görə bilməmisiniz, bəllidir. Çünki indi toplum bəlli göstərir ki, o deyil. Gələn 100 ildə fikirsiz ki, eləyə bilərsiniz, onları hangi vəsilə ilə milləti qane eləyə bilərsiniz. O halda ki, onların sistemləri əlində olan mədrəsəsi, televizyonu, radiosu, 150 televizyonu var. Bəli. Onun Amerikalılar pul verirlər, onun televizyonudur. Bəli, onun bəli, dilində onun bəli. ideolojisini aparır. Avropaha belə Bəli. İranın özünün də radioları var, televizyonlar var. Hər cürə televizyon var. Yəni siz nə istəsəz verir. Belə da üzr istəyirəm, hətta o açıq filmlərəcən verir ki, bir acil Bəli, orada başın məşğul olsun. Sən əgər bunu istəyirsən, mən sənə verim. Amma siz fikiriniz məsələn parti olaraq bu düşüncəni apara bilərsiniz. Məsələn, gələn 100 ildə millət, ailə deyə tamam biz hakimiyyətdən gedirik qırağa, hakimiyyət bir tərəfə, dövlət bir tərəfə, biz bir tərəfə. Bəli, demək olar və bu işi də görmüşük və başarmışıq. İndi necə olub ki, birdən-birə dediyim kimi Fərqi Demokratı Azərbaycan öldü, yox oldu, getdi dedilər. Keçəndə ağay Pezeşkiyanın beslə ona qarşı olanlar deyirlər ki, ağay Pezeşkiyan bir yerdə danışırdı ki, onun başı üstündə pişəvərin əksi varmış. Əlbəttə bu yalandır, amma yəni pişəvəri adından bu qədər qorxanlar, bu qədər çəkinənlər həttəmən bir şey vardır ki, çəkinirlər. Bilirlər ki, bu təşkilat yox olmayıb. Bunun millət bir rabiti, atifi bir rabitə var. Azərbaycan milləti ilə bu təşkilat arasında. Biz bunu gücləndirməliyik. Bir də əslən bizim dövlətlə məsələmiz yoxdur. Dövlət öz işini görəcək. Dövlət özünü qorumaq üçün hər şeyə baş vuracaq. Biz dövlətdən bəklentimiz yoxdur ki. Biz millətdən bəklentimiz var. Millət də heç fərq eləməz. Farsdır, Türkdür, Ərəbdir, Əcəmdir. Biz Azərbaycan milləti olaraq geçən 100 ildə bizim Türkün əsli düşməni dövlətdir. Amma onun ziyalıları və milləti bizi çox elə o dövlətin şeyləri bunlar olublar. Bizdən də olubdu. Demirəm bizdən olmayıbdı. Bizdən, Kürddən, Ərəbdən, Bəluçdan, hamıdan bunlar alıblar xidmətlərinə. Bir ordu düzəldiblər, müəllimlər ordusu, o danışqahlar ordusu, idarələr ordusu, bunlar hamısı, o ordu və bunlar hamısı bizim üstümüzə gəlibdir. Mən diqqət edirdim, təhcə millət üçün İranda, təhcə millət üçün İranda dili dəyişməyə çox gedibdir, zahiri farslaşıbdır, hamı millətlər paltarını saxlayıbdır. Hamı millətlər. Kürtlər, Ərəblər, Bəluçlar, Lorlar, Ciləşlər, Mazənilər, hamı paltarını saxlayıb ki, Azərbaycanlılar əriyiblər, gediblər. Yəni bir 50 ildən sonra bir Azərbaycanlı siz tapanmazsınız bu torpaqda dahi. Deyək ki, mən Azərbaycanlıyam, mən Türkəm. Mən elə düşünmürəm, Aydayət. Mən hətta ayrı cür düşünürəm. Bayaq sizin müqəddəmədə dediyim kimi, indi danışqahlarda bəzi fövq lisans tezləri Fərqi Demokratı Azərbaycan haqqında yazılır. İndi bu gün pişəvərini Fərqi Demokratı Azərbaycanı tanıyanların sayısı, hədəflərini yazanların sayısı bəllidir ki, 50 il bundan qabaqdan daha çoxdur. İnqilab olanda çox adam Fərqi Demokratı Azərbaycanın harda olduğunu, kim olduğunu bilmirdi. Amma indi bilirlər. İndi məsələn mən özüm firqəyə tarixi bir vəziyyətə baxırdım. Mən deyirəm ki, firqə bir cənabınızı bilirəm ki, bu təşkilatın içində böyük bir yeriz var. O günəcə mən deyirdim təşkilat bir tarixidir, bir də fosildir. Yəni mən öz düşüncəmi deyirəm. Hər kəslə düşündüm. Bakıda bir dənə ofisləri vardı, fosil bir orada bir şeydi, qalıblar. Məsələn indi bir gəlirləri var, gedirləri var, onu dayanıblar, qalıblar, bir zehniləri var, yapışıblar ona.
aslanıblar oradan diri qalırlar. Amma sabahlar bu nəsli quturandan sonra məsələn qutarıb gedəcək. Mən özüm belə düşünürdüm. İndi bizim məsələn çox adam tez yazırlar, amma bunlar tarixi görürlərmi acaba? Yəni bir tarix Bəli. konuya baxırlar. Bəli. Bak indi Cenab-ı Hidayet, indi insanlar, yavanlar zatlar, bir sürü şey. Hele maksimum Amerika'da bu revacı var. Belki sizin yaşadığınız yerde de revacı var. İlle soruşarlar. Niye böyle oldu? Niye biz dalı kaldık? Azerbaycan'ın özünden soruşur ki, ben niye dalı kaldım? Ben iktisadi cihetten niye dalı kaldım? Ben siyasi cihetten niye dalı kaldım? Ben bunların hamısı soruşar ve öz-özünə də cavab axtarır. Cevabı da budur ki, illərcə tapdanmış millət, illərcə tapdanmış təşkilatlar eləyənməyiblər ki, o misyonlarını millətinə ortaya qoysunlar. Millətinə birləşsinlər, millətinə hani o desinlər bizim hədəfimiz nə idi? Millətinə misyonunu paylaşmayan təşkilatlar təbii yox olar gedər. Amma vaxt ki bir təşkilat indi 72 ildə ayaqdadır, hələ də ayaqdadır, qabağa gedir və gündən-günə də çox tanınır. Demək ki, o əvvələn özünü güncəlləşdirir, əvvələn istəklərini belə tarixi hani bu günün istəkləri ilə örtüşdürür, eyni aşağı yuxarı görür və eyni zamanda da buluğ siyasiyə yetişir. Can Yahya, mənə indi bir dənə zehnimə sual gəldi. Başlayır. Təşkilatın ən cavan üzvü cənabı sizdən cavanı var. Xeyr, sən nə demək? Yəni bu əslində məsələ də bu İranda çalışır, Azərbaycanda çalışır. Çok cavan şeyleri var, faalları var. Çok cavan faalları var. Ve bunlar işləyirlər, İranın içində işləyirlər, İran coğrafiyasında mənzurum. Güney Azerbaycan'da işləyirlər, Avrupa'da işləyirlər, değişik ülkelerde işləyirlər, çalışırlar, inanırlar. İnanma da bu demek değil ki insan geçmişte kalmak değil. Tabiidir ki hedef budur ki insanın ayəndə olan yola Güncəlləşməkdən buyurursunuz ki, güncəlləşmək haqqında danışırsınız. Bəli. Nələr güncəlləşibdi partide? Hem sazımandayını güncelleştirmek, hem geçmişin tarihin o küçelerinde itmemek. Yani biz tarihi mətrə eləyəndə istəmirik ki, deyək, biz geçmişdə isruk qalaq. Tarihi mətrə edirik ki, qabağı yaxşı görək. Tarixdən bir təcrübəmiz olsun ki, qabağı yaxşı görə bilək. Bərnamələrimizi yaxşı eləyə bilək. Bərnamələrimizi güncəlləşdirək. Yəni bu günün şərtlərinə görə özümüzü amadə eləyək. Və bu təbiidir ki, mən yaşda deyil, bunlar cavanların işidir. O cavanlar da işlərini qabağa aparırlar. Heç bir zad eləməyəm. Mən elə iddialı deyirəm ki, biz sabah Azərbaycanda bir milli hükümət kimi bir hökumət quracaq. Xeyr, belə bir iddiam yoxdur. Amma vaqiyyət budur ki, belə bir potansiyel Azərbaycanda yavaş-yavaş oluşur. Buluğ siyasi ne demek? Buluğ siyasi budur ki, sen artık yavaş-yavaş özün öz sərnöştüyü təyin eləyəsən. Belə bir platform, belə bir şəraitə biz yaxınlaşırıq. Və biz Azərbaycanda vəzifəmiz budur ki, gözümüzü açaq, görək nə olur. Həm o tərəfdə, həm mərzlərin eşiyində, həm mərzlərin içərisində. Sizin təşkilatın prensipləri ilə, biraz tarixi prensipləri ilə tanışıq. Güncəlləmə prensipləriniz nədir təşkilat olaraq? Təbiidir ki, bizim güncəlləşmə prensiplərinin başında budur ki, işi cavanlar üstlənməlidir. Cavanların istekləri ilə biz yaşlıların istekləri indəyir. Hər 10-15 ildə, bax qədim məsələ 20 ildə idi. İndi hər 10 ildə bir nəsl dəyişir. Bu 10 ildən nəsl dəyişir Cenab-ı Hidayət. Qabaqçı kimi deyil, qabaq hər 19-20 ildə bir nəsl dəyişərdi. İndi 10 ildə bir nəsl dəyişir. Yəni siz, nə bilim, 10 yaş sizdən balaca ilə, məndən hani 20 yaş balaca ilə oturup söhbət edəndə ayrı bir dünyadırlar, ayrı bir istekləri var. Ayrı bir dünyada yaşayırlar. Çox şeydə heç təəssübləri yoxdur.
Hətta mərzələrə təəssübləri yoxdur. Hətta nə bilim, yəni tərəf İranlı deyəndə, Azərbaycanlı deyəndə deyir, nə olsun, nə fərq elər mənə? Amerikalı, Meksiki, o bu. Mən istəyirəm xoşbəxt yaşayayım. Mənim hədəfim budur ki, xoşbəxt yaşayayım. İttifaqın güncəlləşmə budur ki, xoşbəxt yaşama şərtlərini necə biz ortaya qoya bilirik. Xoşbəxt yaşamanı məna eləməliyik. Amma bu xoşbəxt yaşamanı məna edəndə də onun isteklərini diqqətə almalıyıq. O Sonra cavan bu adamın vəhdəsi isteklərini diqqətə danışacağıq almalıyıq. ki, xoşbəxtlik nədir? Amma cüm burada işarə Bəli. elədiniz. Sizin partinin, təşkilatın xoşbəxtlikdən güncəllədiyi bir şey zahirən xoşbəxtlikdir. Hələ o birisləri eşitmədim. Xoşbəxtliyi nə cür düşünürsünüz? Nədir, mənası nədir? Bax, xoşbəxtlik gerçi çox belə şeydir də, bir geniş bir məfhumdur, geniş bir anlamdır. Xoşbəxtlik nədir bu? Hər insan üçün bəlkə dəyişə bilər. Bəli, vaqiət budur ki, bu tarixi bir geçmişdə budur ki, insan hətta əvvəl eləyə bilsin ki, o isteklərini yerinə gətirə bilsin. Hətta əvvəl o xoşbəxt yaşamaq üçün fərz edək ki, barınmadır. Yəni evdir, işdir, aşdır. Bunları təmin eləmək. Nə bilim, uşağının ehtiyaclarını bərabər eləmək. Özünə bir məskən düzəltmək, özünə bir rahat bir zindicanlıq düzəltmək. Bir zamanlar məsələn deyək ki, maşın lüks idi. Amma da bugün indi maşın lüks deyil. Nə bilim, bir insanın o həvəsi budur ki, maşın da olsun. Bir insanın həvəsi budur ki, işi də olsun. Bir insanın həvəsi bu xoşbəxtliyi onda görür ki, uşaqlarına istədikləri hani əmniyyəti təmin edər. Yəni partinin bir standart tərifi varmı xoşbəxtliyə? O zamanla dəyişir, zamanla çox dəyişir. Bir zamanlar bir kəndlinin arzusu buydu, bir tikə torpağı olsun, orada əksin, biçsin. İndi bir şəhərdə olan bir cavanın arzusu budur ki, gözəl bir işdə işləsin. Sənəti bir bölgədə müdür olsun. Sənəti bir şeydə təşkilatlansın. Sənəti bir şeydə eləyə bilsin ki, özünün ehtiyaclarını bərabər diləsin. Ona görə dəyişir, cənab hidayət, eyni deyil. Ona görə bəlli bir şey yazma olmaz. Bəlli bir şey yazıb da eyni budur, elə yoxsa ayrı şey demə olmaz. Çünki xoşbəxtlik dedim, məfhumu dəyişikdir. Hələ insandan insana da dəyişər. İnsanın dünya görüşü ilə xoşbəxtlik arasında bir irtibat var. Nə bilim, bir müsəlmanın xoşbəxtliyi budur ki, Şiə müsəlmanının gedə Şamı ziyarət edir. Gedə Kərbəlanı ziyarət edir. Ondan xoşbəxt hiss eləməz. Yəni bir nə bilim, qeyri-müsəlmanın, inanmayan adamın da belə bir dərdi yoxdur. Onun da nə bilim, dünyanın, tarixin gedib öyrənmək, dünyanın... Fərqi danışmırıq ki, burada indi təşkilatı danışanda deyirik ki, bir dənə təşkilat istəyir bir məmləkəti idarə eləsin. Ya federal şəkildə, ya müstəqil şəkildə o milləti düşünür. Deyir ki, mənim bir düşüncəm var, bu düşüncəni də əvvəldə soruşdum xidmətçidə, nə cür ələ gətiririk? Dediniz ki, sosiologlar falan, rəvankavlar falan var. Bunlar gətirirlər, toplumun içindən çıxadırlar. Sizin deyək ki, fərzən sabahlar istəyirsiniz Güney Azərbaycanı ya İranda bir bölümü idarə edəsiniz. Bir tərifiniz olmalıdır xoşbəxtlər ki, biz istəyirik bu insanları A'dən B'yə gətirək. B bizim nəzərimizdə xoşbəxtliyin ya məsələn özüdür, ya da ona yaxın bir şeydir heç olmasa. Nə mənə düşünmürsünüz bu haqda? Vallahi əslində müxtəlifdir. Xoşbəxt insan dedim, yəni bu şeydir, hissidir. Yəni çox fərqlidir və genelliklə partiyalar istər ki, iqtisadi vəziyyət yaxşı olsun, maddi imkanlar yaxşı olsun, nə bilim, dediyim kimi insanlar əmniyyət içərisində yaşasınlar, işlərinə mütməyin olsunlar, əmniyyətə qarı əldə eləsinlər, əmniyyətə canı əldə eləsinlər, əmniyyətə mal əldə eləsinlər, əmniyyətə behdaşti, əmniyyətə fərhəngi. Bunların hamısı xoşbəxtliyin bir simgəsidir. Bunların hamısı xoşbəxtlik üçün bir araçdır, bir vəsilədir. İnsanların arzusu budur ki, dedim yəni, uşaq dünyaya gəlsin. Mən tərif eləsəm, məsələn, mən özüm tərif eləsəm, tərif də eləmişəm əslində, rizayətdir. Bu yaşamın, bu vəziyyətindən rizayətim var. Yəni,
nə deyirlər? Məsələn, Amerikada bunu tərif ediblər. Ən aşağı gəlir, saatı məsələn 15 dollar işləmək. İnsanlar burada kirayəsini verə bilsin, bəzi işlərin, yəni razıdır bu yaşamla. Buna deyir, Onu xoşbəxtlik deyir. o iqtisadda da elə bir ona bənzəyən bir zat var, məfhum var. Deyirlər ki, insanların ehtiyacı binəhayətdir. Çox insanların ehtiyacı var. Amma şərtlər bu binəhayət ehtiyacları yerinə gətirmək üçün münasib deyil. Çünki biləxərə məhduddur. İnsanlar nə qədər ehtiyaclarını çox qarşılarlarsa, ehtiyaclarını əldə edərlərsə, o qədər ehsası rızayət edərlər. O qədər ehsası xoşbəxtlik edərlər. Ona görə məsələn bir zamanlar bəlkə məsələn fərhəng bu qədər məsələ deyildi. Bu gün fərhəng məsələdir. Sağlıq bu qədər məsələ deyildi. Bu gün sağlıq məsələdir. Hətta hani səyahət. Məsələn qədim bir səyahət nə bilim əhəmiyyəti yox idi. Amma bu gün səyahət əhəmiyyəti var. İnsanlar istəyir o üzü görsünlər, insanlar istəyir səyahət eləsinlər. Bunların hamısı məcmuədir ki, xoşbəxtlik və ya hissi xoşbəxtliyi insanlardan neynər yaradar. Və bir dənə təşkilat ki, aslında müvəzzəfdir, məcburdur. Hətta məcburdur, rifaqi budur ki, bu zərurətləri diqqətə alsın və ona görə proqramlarını neynəsin, ayarlasın, ona görə proqramlarına bir düzen versin. Cənab Yəhya, yəni indi sizin təşkilat güncəlləyimə qeydək. Güncəlləşməkdə nə olmusunuz? Sizlər neynəmisiniz? Dediniz ki, cavan gəlsin, tamam, bu bir. Bir də xoşbəxtlik, tamam, daha. Bilirsiniz ki, insanın qorxduğu bəzi şeylər var. Məsələn, insan savaşdan qorxar, vuruşmadan qorxar. İnsan əmniyyətsizlikdən qorxar. İnsanın böyük məsələsi əmniyyətsizlikdir. Əmniyyət həm özü üçün, həm xanavadəsi üçün, həm yaxınları üçün, həm uşaqları üçün, hər kəs üçündür. Yəni bu əmniyyət təmin olduğu sürəcə, əmniyyət-i kari, əmniyyət-i besilah, hani şoğli əmniyyəti, behdaşti əmniyyəti, bunların hamısı, fərhəngi, bunların hamısı besilah ehsas əmniyyət insan elədiyi sürəcə daha özünü xoşbəxt hiss elər. Yəni baxırıq ki, məsələn, fərz edək ki, gəlişmiş ölkələrdə, sənayeləşmiş ölkələrdə. Yəni istəyirsiniz buyurasınız ki, siz əmniyyəti müxtəlif sahələrdə deyək də, müxtəlif sahələrdə əmniyyətin təmin eləməsinin güncəlləmə öz prinsiplərinizdən qoymuşsunuz. Şübhəsiz. Çünki dediyim kimi, Avropada, indi mən Sueddə yaşayıram. Sueddə fərz edək ki, bir insan işləyir. İnsan işin əldən verəndən sonra bir imkan yaşamaq var. Yəni, hətta əvvəl bir nəzərdə tutublar ki, bu insanın hətta əvvəl bu qədər həzinəsi var. Onu təmin edir. Kim təmin edir? Millət təmin edir. Necə təmin edir? Verdiği maliyyatlarla təmin edir. Və bu deyir ki, mənim uşağım dünyaya gələndən sonra böyüyər, məktəbə gedər. Məktəbə məcani gedər. Məktəbdə xurəyən yiyər. Məktəbdə nə bilim, bu imkan var ki, uşağıma paltar alım. Uşağıma filan şey alım. Bunlar hamısı əmniyyəti, besilah kari əmniyyəti, bunlar hamısı o insanın xoşbəxt hiss eləməsi üçün özü üçün bir zərurətdir, lazımdır. Siz Güney Azərbaycanda bu dediyiniz əmniyyəti nə cür tərif edirsiniz? Yəni Güney Azərbaycanlılar bunu indi sizdən eşidirlər. Nə cür ölçə bilərlər ki, bizim əmniyyətimizi Azərbaycan Demokrat Firqəsi necə ölçüb bitəcəkdir? Vallahi Azərbaycan Demokrat Firqəsinin başlıca proqramlarında biri də ədalət sistemidir. Ədalət sistemini camiədə yaymaq. Yəni elə olmasın ki, biri hani o vəziyyətdə yaşasın ki, mən demirəm, biri də fəlakət içərisində yaşasın. Yəni əgər o camiədə bir tövlid var, o camiədə tövlid təmin edir orada yaşayan insanları, o ədalətli bir biçimdə də bölünməlidir. Ədalətli biçimdə bölünən o şey mesela tövlid bəllidir ki, insanları daha çox xoşbəxt edər.
Əgər ədalətli biçimdə bölünməzsə, fasil təbəqatı çoxalır. Fasil təbəqatının çoxalması təbiidir ki, insanın aramışın bir-birinə vurar. Bizim böyük, yəni bütün hizblərin məsələsi budur ki, ədalətli cəmiyyədə təmin etmək. Ədalət məsələsi mənə çox ciddi bir məsələdir. Bu ədalət məsələsini sonra ciddi, geniş bəhs eləyəcək. Qalsın o da. Cənab Yəhyayev, bir təşkilatı qurmaq üçün əsaslar ki, lazımdır nələrdir? Hər şeydən qabaq bir təşkilatın qurulması üçün o cəmiyyət lazımdır. Cəmiyyət olmayan yerdə təşkilat da olmaz. Cəmiyyət olmayan yerdə bir təşkilatın qurulmasında da bir məna yoxdur. Pəs bənabərin bir təşkilatın qurulmasında birinci faktor cəmiyyətdir. İkinci faktor o cəmiyyətə o inandırmaqdır. O təşkilatın siyasətini, o təşkilatın platformunu o cəmiyyətə inandırmaqdır. Üçüncü məsələ o insanların daha xoşbəxt yaşamaları üçün proqram hazırlamaqdır. Bunların hamısı əl-ələ verər və təbiidir ki, öz təsirini göstərər. Bəli, millətdir. O insanların, yəni cəmiyyətdir ki, sən onların içərisində fəaliyyət eləyəsən. Ondan sonra bunun yanında çox şeylər gəlir, Cənab Hidayət. Məsələn, bunun yanında buluğ siyasi gəlir. Məsələn, bir cəmiyyətdə, fərz bizim Güney Azərbaycanda görək qadınlarımızın neçə dərsədi amuzış görür, neçə dərsədi siyasi fəaliyyətlərdədirlər. Əgər cəmiyyədə siyasi fəaliyyət nə qədər genişsə, nə qədər çox olursa, buluğ siyasi deyirik ona biz. O nə qədər artarsa, təbiidir ki, istəklər dəyişər. Bax, siyasətçini öz başına bıraxmamalısan. Siyasətçini hər zaman sorgulamalısan. Siyasətçi istər qüdrətli olsun, istər qüdrətli olmasın. Hər zaman siz gazetecilər, məxsusən sizlər sorgulamalısınız. Heç kəs öz başına bıraxmamalısan. Heç bir təşkilat öz başına bıraxılmamalı. Sorgulanmalı. Hər şeyinə sorgulanmalı. Heç çəkinmədən də olar, sədaqətcə onlara cavab verməlidir. Cənab Yəhyayev, sizin mənsub olduğunuz təşkilatın idarə sistemi neçə mərhələlidir? Valla onun müsaade edirsiniz, bunları biz bəzi şeylərin hamısını ki, açıb deyəmərik biz. İctimada zərurət yoxdur. Bir təşkilatdır. Niyə yoxdur? Aydın, niyə yoxdur? Dəlili budur ki, biz elə bir camiədə yaşamırıq ki, bu demokratik bir camiədə yaşamırıq. Zaten demokratik bir camiədə yaşamadığımız için indi məcburuq belə bir bərnamələri biz qabağa aparaq. Əgər bir demokratik bir camiədə yaşasaydıq, zaten bu bərnamələr Təbrizdə olardı. Mənim kəndimdə olardı. Siz bu onları gazeteci gələrdiniz mənim kəndimə. Orada məndən sual edərdiniz. Mən də orada cavab verərdim. Biz tamam, indi orada deyilik. Yəni indi orada deyilik, eşikdə rahatca bunu danışa bilirik, məsuliyyəti də. Biləxərə bizim paygahımız, hər şeyimiz Azərbaycandadır. Tam Yəni paygahlardan danışmarıq. Yəni paygahı deməzsiniz biz içəridə nə duruq. Amma sistem hər halda bir neçə mərhələdən təşkil tapır. Məsələn, bunu deyə bilərik. Yəni biz sistemi gizləmək nə anlamı var? Demirik ki, adamlar açın, ya komitələrinizə açın, ya falan. Ne bileyim, komite şey var, yani heyet siyasisi var, komite merkezisi var, ondan sonra komiteleri var şehirlerde, o yüzden buradalar hamısı birbirine bağlıdırlar ve birlikte çalışırlar. Aşağıdan yukarıya, bilirsiniz zaten bu teşkilatlar aşağıdan yukarıya olduğu için muvaffak olurlar. Yukarıdan gelen teşkilatlar muvaffak olmuyorlar. Biz hatta bunu tarihte görmüşük. Görmüşük ki, o əhsab, o hizblər ki, hükümətlər tərəfindən yaranır. Məxsusən dövlət hükümətlər tərəfindən yaranır. Görürsən ki, onlar heç biri müvafiq olamırlar. Bəlli bir müddətdən sonra yox olurlar, beyninə gedirlər. Onlar ki, aşağıdan təşkilat sanırlar. Yəni, millətin öz içindən çıxırlar. Millətin öz içindən barınırlar. Millətin öz içindən hərəkətə geçirlər. Onlar payidar qalırlar. Onlar məsələn, mən bəzi partilərlə danışırdım. Bunlar deyirlər, bizim bir dənə kongremiz var. Orada toplanırlar. Oradan bir neçə nəfər seçilir.
komite mərkəzi olur. Komite mərkəzinin içində seçilir, rəis olur, sözcü olur. Ondan sonra bunun qolları olur. Məsələn, Avropa qolu olur, Amerika qolu olur, məmləkətlərin qolu olur, xanımlar qolu olur, hüquq qolu filan. Və bunlar hamısı seçim iləndir. Yəni seçim əsasında gedir. Sizin təşkilatda bu cür bir şeylər, yəni deyirik gedin əmniyyəti məsələləri açın. Təbii ki, biz də onu düşünürük. Amma biləxərə bizim də bir düşüncəmiz olsun, sizin parti bir nəcür partidir. Yəni zehnimizdə elə bir ona gizli bir şey altında yok kimi bir şey olur əslində. Çok güzel bir şey işaretlediniz. Çok demokratiktir. Çok demokratiktir. Her şey seçimledir. Her şey o üyelerin yani üzvlerin isteği üzerinedir. Onların hakkı intikatları var. Hakkı her şey var. Bütün müdahaleler olur. Ve onların da zaten gösterdiği istikamette bir teşkilat hareket eder. Onların gösterdiği istikamette hareket edilmesi zaten teşkilat yok olup bir ortadan kalkar. Ve bir de en sonki o şey oldu, seçim oldu, komite mərkəzini ya o müdiriyyət, hər nə ki vardı o mərkəzi seçələr, orada o hava oldu və məsələn neçə adam şirkət elədi. Vallahi o əzildən dıxtır. Bunları mən istəmirəm sizə açıqlayayım diyeyim hər sırada, amma vaqiyyət budur ki, bəli, kongresi olur, kongrede işte müşareket olur, çok yerden gelirler, hatta içeriden gelirler, eşikten gelirler, değişik yerlerden gelirler ve çok demokratik bir şekilde. Mesela ben son zamanlarda şahit olduğum bir tane teşkilat kuruldu. 50 nəfər onun mesela kongresinde şirket elədilər ve onun içine 15 nəfər seçildi. O 15 nəfər özləri içərisində nə edəcəklər, nə sistem yaradacaqlar, başqa bir şey. Sizin mesela ha zaman qurulub bu son kongres? Valla aşağı yukarı bizim kongreler elə o əsasnamede yazılan çerçevede əncam tapır. İldə bir kere kongre olur ve bazı adamlar yaşlanırlar, çıxırlar, bazı adamlar istəmirlər fəaliyyət eləsinlər. Bazı adamlar hem işlemirler, yaxşı işlemedikleri için işlerine son verilir ve bir tür müretteb bu tazalanır. Təşkilatın xüsusən ki 78 il ömrü var. Təşkilatın mədrəsəsi, okulu, müəllimi, nə deyirlər, ideolojisi, fəlsəfəsi, bu sistem dərs verilir bir yerdən. Ya Bakıda mesela, ya bir ayrı yer. Yok, umumen Cenab-ı Hidayet. Zaten siyasi faaliyet gösteren bir insan, siyasi faaliyet gösteren bir teşkilat mutlaka bir mektebi de var. Ama bu mektebi resmi değil. Hani o məmulen o memleketlerde partiye mektebi kururlar ki hani o devleti olsun, hükümeti olsun. Ve mesela kadın bütün sosyalist memleketlerde parti zadı vardı. Parti mektepleri vardı. O parti mekteplerinde siyasetçi yetiştirirdi. Şimdi danışkalarda, mesela Amerika'da danışkalar yetiştirir bazı adamlar. Bazı adamlar da var desin cavanlıktan başlayırlar siyasi işlere. Hani demokratlar içerisinde, cumhuriyetçiler içerisinde veya Avrupa'da değişik siyasi partiyalar içerisinde faaliyet edirlər. Orada yetişirlər. Bunun bir zadı yoktur siyasette. Məktəblə siyasetçi olma olmaz. Siyasetçinin en büyük məktebi... Mesela ben sizin bu günlərə hizbizə gəlirəm. İstəyirəm gələm, gəlmirəm. İstəyirəm gələm, əlaqəm vardı. Siz məni bu hizblə tanış eləməlisiniz. Bunun düşüncələrin, fəlsəfəsinin, ideolojisinin, yolun, siyasetin, təriflərin, anlamların. Yoksa ben gözü bağlı gələcəyim, ora gözü bağlı da çıxacağım. Bu hizblə şey olmaz ki, daha yani nədir bu? Mesela nədir mənə siz təlim verirsiniz ki? Yok, siz əvvələn ki sizin isteğinizə bağlıdır. Siz aya bunu doğrudan istiyorsunuz ve vagan inanırsınız. Hiç olmasa bir mukaddemede bir şeyler okumuşsunuz. Ben burada radyo programında çektiğim olmaz nerede? Yani siz fırka hakkında müteala ediyorsunuz. Buna inanırsınız ki onun bernamesi size münasiptir. Sizin düşüncelerinizden örtüşür. Örtüştüğü için de o yola gidiyorsun. Giden yolun tapar, mutlaka teşkilatının ilişkisini kurar. Ve bu indi teşkilatla ilişki kurmak çok rahattı. Ayda'ya çok rahat indi. İndi ne bileyim bütün teşkilatların saytları var.
bütün təşkilatların saytları zaten üryandır, açıqdır. Hamıya açıqdır. O şəxs ki istəyir ilişki qursun, rabitə qursun, tezliklə rabitə qura bilər. Və məxsusən dediyim kimi indi fərqlidir qədimdən. Qədimdən bir məktub yazardın, nə bilim, bir ay çəkərdi gedib gəlməsi bir şəhərə, bir ülkəyə. Amma indi elə deyil. İndi oturursan internetin dalında və yazırsan, saytla irtibat qurursan, onların zaten yazıblar, necə bizimlə irtibat qururlar. Hamısını dilə gətiriblər. Amma məsələ buradadır ki, istəyənə bağlıdır. Tərəf istəyirmi, istəmir? Mən dedim yani, mən zaten firqə haqqında bir... Cənab Yahya, biz bir gözləyək ki, toplumdan bir neçə nəfər bir vəziyyət gəlsin ki, axtarsınlar, bizi tapsınlar, gəlsinlər. Bir də ki, biz fəal şəkildə, xüsusən 78 illıq təşkilat, deyir ki, mən gedim millətin içinə, okul açın, məsələn, online. Yadınızda olsa, mən bəlkə 7-8 il cənabınıza bu okul məsələsini ataq, gəlin dərs verin falan, cənabınıza çox təklif eləmişəm bunu. Amma məsələn, bizim bir sistem yaradaq ki, insanlar rahatca axtardığını tapsın. Yoxsa məsələn, gedəcəkdir Rıza Şah, Məhəmməd Rıza Şah, Ayətullah bu bir şeylər yazıb da orada da bizim əleyhimizə tamam təxribat. Məsələn, baxın, bəzən, yəni bu cüzü deyim, baxın, bizim toplumda indi mücahidlərin yeri nədir? Bunu misal vururam, çünki dünyada mən fikir edirəm, İranlılar içində, dünyada deməyək, bundan mənfur təşkilat yoxdur. Niyə təşkilat? Çünki dövlət onu mənfur eləyibdir. O heç bəlkə bu qədər mənfur deyil. Bir dənə siyasi təşkilatdır, o siyasi təşkilatında silah götürüb savaşıbdır. Yəni, mən bunu pis görmürəm, mən şəxsən pis görmürəm. Amma insanlar bunu belə adi ilə tanımırlar. İnsanlar buna münafiqin deyə keçirlər. Yəni, heç bilmirlər bu münafiq yəni nə mənə. Amma dövlət buna bir sistem, bu beyin yaradıbdır. İndi biz gözləyək ki, o beyinlər gəlsinlər, bizi tapsınlar, yoxsa biz sistem yaratmalıyıq, insanlar eşitmə, filan, məsələn, o mədrəsə siyasisi var, filan partinin mədrəsə siyasisi vardı, həftədə 2 saat orada dərs deyirlər, fərqli bir dərslər deyirlər, fərqli bir sözlər eşidirik, canlı ya cansız, filan kəs onun ustadıdır, gəlir orada dərs deyir. Məsələn, bu nəzərinizdə çox önəmlidir ki, indi məsələn, farslar bunu, mən cəhəfələr cəhəzələmişəm, farslar danışqahın dərslərini online qoyurlar. Mən məsələn, hangi filosofi istəyirsiniz İranda rahatca gedim onun dərslərində otururum. Şəxsən özümü deyirəm. Ya internetdə baxıram, qulaq asıram, filan kəs məsələn, Bijan Əbdülkərimi, Suruş, hər kəsi desəz siz, pan-İranistlər, məsələn, Əhmədi, tanırsınız hangi Əhmədi, Huşən Cəmil Əhmədi. Məsələn, belə bunun partisi həftədə 2 seri canlı bərnamə qoyur, ideolojisi danışır, faşist məsasında bir ideolojisi var. Mən özüm məsələn onun üzrəyəm, gedib qulaq asmaram, amma ondan dostluğum var. Yəni, Günas TV zamanından elə o irtibatım qaldır. Mənə gəlir məsələn, hər gün, məsələn, bu günləri cələsəsi var ya, bilməm, sabah cələsəsi var. Tamam. Amma bir dənə o iskul modeli, mədrəsə modeli bir sistemi var. Ki, insanların içinə gedin. Yox ki, insanlar mən gəlb axtarıb, neçə dana partinin içindən sizi axtarıb tapacaqdır. Niyə əslən axtarıb tapacaqdır? Məsələ budur. Yəni, məsələn, İranda 150 dana hizbi var. İranda bu günlər İranlıların 150 dana hizbi var. Biraz fəmili hizbilərdir. Məsələn, Nehzət-i Azadi fəmilidir. Nə bilim, milli məzhəbilər xanəvadədirlər, ailə içindədir. Hamısı bir-birini evləniblər bu onun. Amma nədən məsələn gəlsin sizi axtarsın, tapsın? Məsələn, onun nə müşkülü var? Bir belə də sizin əleyhinizə mənfi, bu partisi sizin partinin əleyhinə bir belə mənfi düşüncə bu yayılıbdır tarix boyu. 2 dana dava vardı da, yəni bilirsiniz, sizin parti, bunu mən dəfələrcə Günas TV-də demişəm, təhcə parti fikrim tarixdə onun haqqında yüzlər kitab yazılıbdır və hələ də bilinmir nədir sizin partidir. Və zehnilər çox qarışıbdır. Məsələn, bunun üçün soruşuram. İndi məsələn, o sualın arxasındakı üskulunuz var ya yox, mədrəsəz var ya yox, bunu soruşuram. Sizin təşkilatın yazılı ideolojisi var mı? Məsələn, Tudənin var idi. Buyurun. Tamam təşkilatların mutlaka yazılı ideolojiləri var. Amma yazılı ideoloji həmişəlik deyil, o zamanla değişir və değişməlidir də. Çünki insanlar dedim, indi 10 ildə bir nəsl dəyişir. Taze bu nəslindən geçmiş nəsl eyni deyil. Ona görə biz o qədər də mən narahat da deyirəm İranda 150 de olmasın olsun 1500 partiya.
Heç bizə zərəri yoxdur. Bizim hədəfimiz budur ki, İranda bir, əvvələn İranın bütün çərçivəsində bir demokratik bir mücadilə qabağa aparmalıyıq. Yəni İran demokratikləşməlidir. Can, İranın genəli. Can Bökün Yahyayı, insanlar məktub əslidir. Bəli. Əsri şifahi geçir. Əlbəttə mən mötəqidəm ki, əsr şifahi internet gətirir təzəşdən. Amma bizim insanlarımız oxumaq əhlidirlər, düşünmək əhlidirlər və bu kitabdan keçir. Yəni mümkün siz deyəsiniz, tamam biz 10 il bundan qabaq 50 il bundan qabaq, 75 il bundan qabaq bir dənə ideoloji yazmışdıq. İndi onu burada 3 dəfə dəyişdirmişik. Bunun heç iradı yoxdur. Bu sizin güncəlləşməsi göstərir. Amma varızmı, yoxuzmu? Bəllidir ki, vardır. Demək ki, olurlar ki, olmasın. Dedim, bax ki, bir təşkilatın saytı var, bir təşkilatın siyasi platformu var. Bunlar hamısı o siyasi platformda girən adam axtarır və tapar. İdeoloji dediyimizdə də zaman artıq ideolojilər o qədər insanları bağlamamalıdır. Yəni sən o qədər ideoloji, artıq qəti ideoloji dünyanın heç yerində tapamazsan sən. Dünənin sağı bugün solu olub. Bugün solu dünənin sabahın sağı ola bilər. Ki zaten bunu biz Avropada yaşayırıq. Və ona görə ideolojilərdə məsələn mən baxanda belə baxıram. Məsələn deyirəm ki, ideoloji bu cür görürəm. Deyirəm ki, İran nədir bu partinin nəzərindən? Məsələn mən bu partilər üçün danışıram, 12-13 parti. 500 dana müştərək sual qoymuşam. Bu 500-ün sonucunda bir dənə 150 səfərlik, 250 səfərlik, 300 səfərlik bir kitab çıxır. Bu kitabda deyirik ki, İrandan bu mənzurdur, Azərbaycandan budur, Türkdən budur, Azəridən budur, Azərizəban budur, Ərəb budur, Dor budur, İran budur, hakimiyyət budur, dövlət budur, hizb budur, parti budur, ideoloji budur. Yəni burada mən ideoloji çıxarıram. Yəni bunların hamısı sizin o tək-tək kəlmələri farsça vacə deyirlər. Tək-tək o sözlərin mənasından ideoloji çıxır. Bu qərar deyil ki, məsələn, yaxşı, tamam, məsələn, burada deyirik ki, biz solcuyuq, komünist ya sosialistdir. Yox, biz sərmayedarıyıq. Yox, biz məsələn kapitalistdik da. Yox, məsələn, biz yox, bu deyil. Bu budur ki, mən nə cür tərif edirəm Azərbaycanlı insana dünyanı. Mənim görüşüm nədir? Azərbaycanlı deyəndə nə düşünürəm? Azərbaycanın sərhəddi deyəndə nə düşünürəm? İran deyəndə nə düşünürəm? Məsələn, mən cənabımızın ideolojisinə baxanda, buradan danışdığımıza baxanda hizbin ideolojisinə görürəm ki, məsələn, siz İranı qəbul edirsiniz. İçində bir federalizm qəbul edirsiniz. Hər nə cür olur olsun bir federalizm olsun. Yəni, çərçivəsi bəlli deyil. Fakat əslində çox da bəllidir, siz elə bərdəşsiz elə olub. Əslində çox da bəllidir, müşəxxəsdir. Zaten dedim, bizim əsas məsələmiz budur ki, Azərbaycanın öz sərnişinini özünün əlinə alsın. Və öz əlinə aldığında, yəni bunun iqtisadi yönü var, bunun ictimai yönü var, bunun siyasi yönü var. Bunlar hamısı mesela ortaya koyup, masanın üstüne koyup, üstüne töküp, hamısı tartışılmalı, hamısı üstünde işlenmelidir. Ama bunun Cenab-ı Hidayet, bilirsiniz ki, ideolojiler her zaman değişme halindedirler. Yani bir gün fərz edək ki, elə biz bir süre içərisində Fərqi Demokratı Azərbaycan da hani Marksist-Leninist literatüre bağlanmıştı. Ama bu çok da istekli değildi. Yani ama əmələn vəhdət elədiyi üçün Hizb-i Tuhri İranla 1339'da bunlar təbiidir ki, belə bir ideolojini qabağa aparırdılar. Amma sən indi nə hizbdə, nə ayrı yerdə artıq Marksist-Leninist bir ideolojiden artıq söz olunmur. İndi heç bir siyasi parti, hətta komünist partilər belə artıq Marksist-Leninist siyasəti qabağa aparmırlar. Yəni ayrı məsələlər ortaya çıxıb. Can Yahyay, sizin tərifiniz ideolojidən nədir? Yəni partinizin tərifi ya cənabınızın tərifi ideolojidən nədir? Bax, bizim partimiz Betor-Kolli umumən ideoloji mesela insanın düşüncəsinin münsəcim olması, insanın fikirlərinin bir yerdə münsəcim olub da onu bəyan eləməsi, onu ortaya qoyması. İnsicam fikri deyirik da, o insicam değişik, karmaşık fikirlerin bir araya toplanıp da ondan bir çıkartma, yani bir yol
ortaya atmasıdır ideoloji. Ama demek değil ki ideoloji artık dedim payidar değil. Ona göre hiçbir Ama siyasi parti ideolojisiz yerimək olar mı? bəli, bəli. Aslında ideoloji bazen ayak bağı olar. İdeoloji zamanla değişer, ayak bağı olar. İttifakın ona göre hemişe ideolojiler esnek olmalıdır. İdeolojiler değişme sürecinde değişmelidir. Yox, Çünkü ideoloji dəyişməlisin, tamam. Dəyişməlisin, qəbul edirik. Orası qəbulumuz. Amma ideolojisiz adam bir toplum yaşaya bilərmi? niye yok? Yəni İdeolojisiz demek akıp farz ediyor. Şimdi farz ediyor siz Amerika'da veya Kanada'da yaşıyorsunuz. İdeoloji içtimai ve iktisadi kapitalist sistemdir. Kapitalist sistemin belli başlı bir ideolojisi var. Ama demek değil ki o camiada hani komünist yoktur veya sosyalist yoktur veya ayrı düşünen insanlar yoktur. Vardır bunların hamısı. Ama bak ki bir tane ideoloji tebdil oldu bir tane rəvişə, tebdil oldu bir tane devletin əbzarına. Oradadır ki müsibət yaranır. axı məsələn Dövlətlər cavab gəlir. Məsələn Kanada ilə Amerika ən böyük mərziləri var. Həm də böyük iqtisadi alverləri var. Əslində Bəli. Kanada bağlıdır Amerikaya. Yəni beləsi desək daha yaxşıdır. Bəli. Amerika bağlıdır Kanadaya. Cəmiyyəti də Kanadanın cəmiyyəti Amerikanın 10/1 deyil. İndi amma ideoloji olaraq fərqlidir. Bəli. Biz burada bir yarı sosial, yarı liberal bir sistemdə yaşayırıq. Və elə siz buyurduğunuz kimi məsələn xoşbəxtlikdən bir tərifi var. Verib də hamı deyir ki, mənim ən azı budur ki, saatı $15 gəlirim olsun. Yəni bunu olmasa deyir mən fərqli şahiyəm, gərək gedən food bank deyirlər, oradan yemək deyirlər, paltar deyirlər, başmaq deyirlər falan. Ya məsələn uşaqlarına dövlət bir şey verir falan, aylıq. Əlbəttə bu hər şeyə yəni qalıb da ailənin gəlirinə, amma onu verir. Mənzurum budur ki, yəni sistemlər fərqlidir. Bundan belə ki, ondan pul deyil. Amma bu ideolojidir. Yəni insanlar özləri bir zehnində bir şey var. Mən beləsi Kanadalı oluram. Kanadalı olmaq bir ideolojidir. Yəni məsələn deyirəm, mən getdim and içsəm Kanadalı olan, bir şey sən gərək and onda mələkə dili idi. Sən gərək and içəsən ki, mən mələkəyə vəfadar qalacağam və onun iradəsinin tərsinə getməyəcəm. Məsələn, bunun yarattığı bir ideolojidir və bu ideolojisiz yaşaya bilmirsən. Məsələn, mən burada deyə bilmirəm ki, niyə Kanadanın bu böyüklükdə məmləkətin 89% mələkənindir, indi də şahındır, kingindir, məsələn 11% millətin və şirkətlərindir. Bilirsiniz, ideolojidir. Siz də bir ideolojini yaradır. Burada da çox şey istəmirsiniz biləsiniz. Məsələn, mən fikir eləmiş Kanadalıların %99'u bilmirlər ki, məsələn, bunu İnsaf Əli Hidayət bəzi Kanadalılarla danışanda deyib də, Kanadalılar buyunu sıxadıblar ki, doğrudan da 89% mələkənindir və bizim deyil. Cəlib budur ki, bilmirlər. Orası girsən, orada güllə ilə vurub öldürə də bilərlər. Öldürsələr də qanun hədərdir. Yəni şikayət eləmək haqqın yoxdur. Çünki girmirsən private property'yə. Şəxsi mülkə girmirsən. Bura şeyin mülkü deyil. Məsələn, İranda da bəzən dövlətin mülkü var. Siz onlara girə bilirsiniz. Siz ora gedə bilirsiniz, özünüz gedə bilirsiniz. Burada ora girsə, məsələn, vurub öldürmək şeyi var. Yəni, belə bir şey. İstəyirəm deyəm ki, yəni, ideolojisiz, əslən, dövlət qurmaq ola bilərmi? Hakimiyyət qurmaq ola bilərmi? Bak dedim ideoloji payidar değil. İdeoloji payidar olsa tebdil olar diktatorluğa. Tebdil olar istibdada. Biz şimdi bugün İran'da bir istibdad yaşıyoruz. Dini bir istibdad yaşıyoruz. Yani farz ediyoruz ki Cumhur İslam'ın esası ideolojisi şeriatdır. Bu şeriatı icra eləmək. Bu kanun esası da münəqis olub. Siyaset devletinde siyasetinde de münəqis olub. Ama bu ideoloji Hindistan'da yoktu. Hindistan'da devlet müvəzzəfdir bütün fikirlere eyni fasileden baksın. Eyni fasileden yanaşsın. O demokrasidir. Demokrasi o zaman yani ideoloji demokrasiyle iç içe girirse insanlar daha özgür kendilerini hisselerler. Ama ideolojiye bağlı bir rejim veya bir camiye tabii ki azadlıktan uzaklaşır.
demokrasiden uzaklaşır. İdeolojinin Ona gün demokrasiyle bir şey var, münafatı var mı? çok ya bəli ki var, bəli ki var. Bəli ki var, çok da yakından. Çok aslında acayipti yani ideolojiden çok yakından Axı zadı var, irtibatı var. onda siz mesela komünist ideolojini ya İran'daki ideolojini deyirsiniz mesela. Türkiye'de de din var, Malezya'da da din var, Amerika'da da, Kanada'da dinçi memleketli. Kanada'da kilisaların sayı Türkiye'de məscid görmüsünüz də məscidi toxumla əkiblər. Yəni məscidi o bizim zəmi əkərdilər qədim. Damənləri olardı, köynəyin qabağını yığardılar, içinə buğdanı tökərdilər, onu belə səpərdilər, bitərdi. Zəmi olardı, şansı harda bitsəydi. Türkiyədə məscidi beləsi tikiblər də, yəni səpiblər, hər yerdə bitib. Kilisa Kanadada ondan çoxdur. Itagan o dövlət əgər onun nümayəndəcilik eləsə o məscidləri, orada demokrasiden söhbət eləmə olmaz. Çünkü o camiədə demokrasiden söhbət eləmə olar ki, dövlət bütün ideolojilərə, bütün fikirlərə eyni baxa. Bütün fikirlərə fasiləsi eyni olar. Əgər özü bir ideoloji tərəfdarı olsa, zaten demokrasiyle bağdaşmaz. Biz ona göre niye diyoruz komünist rejimler demokrasi uygulanmaz? Niye İran İslam Cumhuriyeti'nde demokrasi yerleşmez? Çünkü adam deyir ki, benim hedefim budur ki, bu camiədə şəriəti icra edəyəm. Elə bir camiədə ideoloji şəriətdir. O şəriəti icra olunan məmləkətdə o təbiidir ki, insanlar demokratik yaşayanmaz da Aydın demokratik mən düşüncələr. İrana baxanda görürəm ki, orada şəriət deyil, orada Bəli. İrançılıqdır. Şəriətdən çox yerdə vaz keçirlər. Bəli. İrançılıqdan vaz keçmirlər. Yəni əsli, mənim düşüncəm belədir ki, əsli ideoloji orada İrançılıqdır, farsçılıq Bəli. əsasındadır, bu iki əsasdır. Dinçilik şah zamanı bundan məncə daha çox güclü idi və bundan çox bəzi yerdə icra olurdu, bəzi şeylər deyil. Burada da elə eyni həman istədiklərini icra edirlər, istədiklərini yox. Yəni o qalıbdı milli mənafelerin harda təşkil verirlər. Yok o biliyorsunuz ideoloji İslamı var ve de her memlekette ki bir ideoloji icraya başlanırsa o memlekette o ideolojiye karşı da bir karşı güçlenir, kuvvetlenir. Geçen de bu yine dün Esra Gündü bir klip gördüm. Tehran'da Muharrem ayında kızlar sinə vururlar. Ama şeysiz, ruhsarısız. Hem sinə vururlar hem ruhsarları yoktur. Yani bu ideolojiyle oyun oynamaktır. Yani rejimin ideolojisiyle millet arasında fasıla düşübdür. Bu dünyada da belədir. Hiçbir ideolojik rejimler ideolojilerini uzun müddet icra edemezler. Uzun müddet hakimiyet kuramazlar o ideolojiyle. Zaten bilirsiniz ki o memleketler ki ideolojik olarak yaşadılar. Belli bir müddetten sonra ne oldular? Yıkıldılar. Pes beraber ideoloji həmişə sabit değil. Yani həmişə icraya da konulmaz. Hiçbir partiyanın da yani həmişə sabit ideolojiye sahip olduğuna inanmıram. Çünkü sahip bir ideolojiye sahip kalırsa zaten irtica olur. Çünkü ideoloji değişme mecburiyetindedir. Doğru. İdeoloji değişme için de açık olması lazımdır o cemiyetin. O hizbin, o teşkilatın. Cəmiyyət, sizin Bəli. təşkilat mali olaraq necə təmin olur? Bizim təşkilat bütün hizblərin əsas belləri bağlıdır üyələrin köməkliyinə. Üyelər ona köməklik elərlərsə təşkilat ayaqda durar. Əgər üyelər təşkilatı köməklik eləməsələr təşkilat zaten bir iş görənməz. Və o təşkilatlar payidardır ki, o üyelərinin mesela köməyi ilə yaşayırlar. Dövlət köməklilikləri, o təşkilat, bax bir sazıman istəsə, bir dənə fərzilə ki, bir dənə ticari bir təşkilat istəsə, bir siyasi partiya köməklik eləsin, ondan bir mənfəəti var. Dünən yox, geçen haftaydı. Mesela büyük bir ticari kuruluş Biden'den köməyi kəsdi. Dedi ki Biden istəsə kandid riyasət cumhuru olsun, mən istəmirəm. Demokrat Amerikaya köməklik eləməyəcəm.
Yəni bəllidir ki, bir təşkilatlar əgər qərar olsa ki, bir partilərə köməklik eləsinlər, öz mənfəətlərini gözə alırlar. Bəs bənabərin bir təşkilatın əsas yəni məsələsi iqtisadi məsələdir. Bu iqtisadi məsələdə mütləqa və mütləqa üyələrin, ona inananların yardımı ilə, köməyi ilə ayaqda dura bilər. Yoxsa mümkün deyil, ayaqda duramaz. Siz özünüzü, yəni təşkilatınızı Azərbaycanın partisi və təşkilatlarının birinin lideri kimi görürsünüz təşkilatınızın liderliyinin, yoxsa özünüzü Güney Azərbaycanın ya Türklərin, İranda yaşayan Türklərin lideri təşkilatı görürsünüz? Bunu əvvələn zaman göstərir, amma özünü tərif edəndə deyir ki, mən bir lokal partiyayam və lokal partiyada olduğum için Güney Azərbaycanın siyasi platformunu təyin edən, Güney Azərbaycanın mənfəətlərini qarşılayan, Güney Azərbaycanda yaşayan insanların mənfəətlərini gözə alaraq hərəkət edən bir partiyam deyir. Və ona görə hüquq bəllidir ki, coğrafiyası bəllidir, hədəfi bəllidir. Fəqət bunun yanında mən dəfələrcə söhbətlərində təkrar elədim ki, obrisi millətlərlə sürtüşməsi, vuruşması, davası yoxdur. Bütün İranda yaşayan millətlərlə hətta hazırdır ki, həmkarlıq eləsin və bu həmkarlıq nəticəsində budur ki, biz eləyə bilirik, bizdə faslar deyilə tövsiyə payidar. Həm tövsiyə payidar siyasiyə yetişək, həm tövsiyə payidar ictimai və həm tövsiyə payidar fərhəngiyə yetişək. Bu da həmkarlıqla ola bilər. Biz düşmənlik olsa, hani sürtüşmə olsa, belə bir şeyə mümkün deyil. Yəni yetişmək mümkün deyil. Can Yahya, sizin düşüncəz rəhbər ya lider kəlməsi haqqında nədir? Yəni bu sözün özün qavram olaraq nə düşünürsünüz? Beyinsel olaraq nə düşünürsünüz? Valla Cenab Hidayet, indi zaten bu zamanda rəhbər o qədər əhəmiyyəti yoxdur artıq rəhbərin. Zaten kollektif halinde siyasi teşkilatlar da idare olunur. Hatta görürsünüz ki hani sözcükler de değişir. Yani farz edək ki olur soğanqu deyək də, soğanquyu farsça deyirlər. Məsələn, bir il bu soğanqu olur, bir ildən sonra obrisi olur. Yəni indi bu artıq şurayı idarə olunur təşkilatlar. Şurayı idarə olduğu için de yaxşı olunur. Bir rəhbərin beyinsel olarak, yani düşünce olarak bir tane kavram var. Adı lider ya rəhbər farsça. Bu rəhbər sözü siz eşidəndə zehninizə nə gəlir? Çok indi qabaqca bir şeyler gələ bilərdi. İndi çox bir şey gelmir. Yani o da öyle bizim kimi bir insandır. Fakat belki müdiriyyəti yaxşıdır. Belki yaxşı müdiriyyət bilir, eləyə bilir, sazmanda eləsin. Elə bilir camiəni müdiriyyət eləsin. Belə çox fövqəladə bir şey görmürəm mən. Heç fövqəladə bir şey deyər, o da bizim kimi insandır. Zaten pek bir şey, yani o mucizədə karizmayı qudrətə mən inanmıram. Ola bilər ki, bağlı toplumlarda karizmayı qudrət ola bilər. Və toplum açıldıkça, demokratik bir düzen kuruldıkça karizmayı güç ortadan kalkar. Ona göre rəhbərin o kadar əhəmiyyətinin olduğunu inanmıram. Bir təşkilatın her şeyden qabaq millətle ilişkisine bağlıdır. Millətten gücünü, qüvvətini millətten alır. Millətten aldığı sürece o millete de alır, verir. Alışveriş içerisindedir. Milletten alır, millete təhvil verir. Ona göre rəhbərin pek əhəmiyyəti olduğunu inanmıram. Zaten şərait də elə deyil ki, bir rəhbər alsın bir təşkilatı qabağa aparsın. Yox, elə vəziyyət yoxdur artıq. Heç bir böyük təşkilat, Avropada da siyasi partiyalar artıq indi quruhu idarə olunurlar. Artıq şəxsi idarə olunurlar. Can Bəli. Yani Pişəvəri hərəkəti o zaman Firqə Demokratı, Azərbaycan Demokrat Firqəsinin bayrağı var mıydı? Bəli. Nə cür bir bayraqdır? Onu varınızdır, göstərə bilər misiniz? Çünki mən çox maraqlıyam görüm ki... Mən yanımda yoxdur, amma mən yenə də sizə bunu elə firqanın saytına həvalə edirəm. Firqanın saytında firqanın
bayrağı var idi. Bu bayraq demək deyil ki, İran bayrağını qəbul eləmirdi. Firqənin özünə görə bayrağı var. Tamam partiyaların özlərinə görə bir sembolları var. Firqə Hala o Demokratı qalır, Azərbaycan. o bayraq qalır hala. Bəli, bəli, Onu bəli. qəbul edirsiniz. Sizin parti onu qəbul edir. Bəli ki, qəbul edir. Niyə eləməsin ki? Tamam. İndi onu siz Güney Azərbaycanın bayrağı görürsünüz, Güney Azərbaycan hərəkatının bayrağı görürsünüz, yoxsa partinin bayrağı görürsünüz? Yox, parti bayrağıdır. Güney Hərəkatının bayrağı deyil. Parti bayrağıdır. Güney Azərbaycanın bayrağı hələ də elə İran bayrağıdır. O parti bayrağıdır. Hələ biz İrandan ayrılmaq niyyətində deyilik, heç İrandan da ayrı düşünmürük. Fəqət haqqımız, hüququmuzu təmin eləmək istəyirik. Və bunu da açıqca dilə gətiririk. Güney Azərbaycanlılara və türklərə, sizə və siyasətə maraqlı olanlara sizin təşkilatın amacların, istəklərin, planların və qalanları oxuyub tanınması üçün hangi kanallar və yollarla ulaşırsınız, aşmışsınız ola, hangi kanalları millətə aşmışsınız ki, sizinlə tanış olsun, siyasətinlə, düşüncələrinizlə? Valla demin siz özünüzdə dediğiniz kimi bu neçə ildə yüzlərcə məqalə, onlarca kitab həm firqə haqqında yazılıb, həm firqə haqqında hamısının hər zadını qurulduğu gündən yıxılışına qədər hamısının yazılıb, hamısı gündən günə də çoxalır və hətta təfsir olunur. Ona görə var, bütün kitab İranın öz içində də var, İranın eşiğində də var, saytında da var. Hətta saytına müraciə edib bütün o mənabə fərhəngisinin mənabə adını çıxartmaq mümkündür. Və çox da yaxşı olur əslində. O adamlar ki, sizlər əlaqəməndirlər firqənin tarixinə. Xub dediyim kimi bütün İranda var. Hər kəs əlbəttə xub hamı da eyni gözlə yazmayıb, hamı da eyni qələmlə yazmayıb. Bəziləri xub düşmənçilik eləyib, bəziləri də biraz da olsa vaqiyyətdən bəzi şeyler yazıblar. Amma vaqiyyət budur ki, insan özü fikirləşə, özü düşünə, özü də təsir altında qalmadı. Yəni sizin partidə və web saytınızda bir bölüm var ki, o mənabə ki, dostlar, düşmənlər, hər kəs yazıb orada toplanmışsınız mı? Xeyr, düşmənlərin yazdığını təbii heç toplanmayıb, amma dostların yazdığını, hizbin firqənin tanınması için tarixçəsini, geçmişini dilə gətirirlər, bəli, yazılıb. Hangi vasitələrlə və yollarla Güney Azərbaycanlılar ilə gündəlikdə əlaqə saxlayırsınız? Elə sayt aracılığıyla. Bir də ki, bilirsiniz ki, gəlib gedənlər olur, İranın özündə fəaliyyət gündən günə çoxalır. Bilirsiniz ki, İranın içərisində, yəni Güney Azərbaycanda da istər-istəməz bir bloğu siyasi var. Bilirsiniz, İranda 85 milyon insanın bir çoğu 30 yaşın altındadır. 70% nə bilim 40 yaşın altındadır. Bu cavan insanların xub iradəsi var, bu cavan insanların istekleri var, bu cavan insanların hədəfləri var. Və bunların bir çoxu Azərbaycan merak edirlər. Azərbaycan nədir? Haqların, hüquqlarını axtarırlar, istəyirlər. Və bu, mən fikirləm ki, Firqə Demokratı Azərbaycan onlar için bir yol gösterici, onlar için geçmişlə bağ qurmaları için münasib bir təşkilat. Yəni, Can Yahya, istəyirəm soruşam ki, yəni web saytınızın əvvəl adresini buyurasınız. Bir də ondan əlavə da nə var? Kitaplar var buyurdunuz. Kitaplar, gazet. Firqənin özünün bilirsiniz ki, o bir ildə çıxartdığı ruznamələr var. Firqə məcəlli ruznaməyə Azərbaycan var ki, neçə il çıxıbdı. Ondan sonra yazılan kitaplar var, xatirələr var. Xatirələr, çox sayıda xatirələr var. İndi bir ruznamızda çıxardır Azərbaycan Azərbaycan adında. Bəli, Azərbaycan adında. İndi çıxan var mı? Bəli, bəli. İttifaqən cəlibdir ki, bu Azərbaycan məsələn heç vaxt tətil olmadı. Azərbaycan ruznaməsi heç bir zaman tətil olmadı. Bu Azərbaycan ruznaməsi bax, hizblə birləşəndə belə o polonum vəhdət var, 7-ci polonum.
Onda da firqə ruznaməsini qorudu, saxladı və elə bu 70 neçə ildir bu ruznamə çıxır, əlində çıxır. Güzel. Sosyal şəbəkələriniz də varmı? Bəli. Var. Can Yahya, web saytınızın yadınızdadır, adresi nədir? www. Ya, yolu Fərqi Demokrat Azərbaycan yazsız çıxar. Çıxar. Google'ə girib Fərqi Demokrat Azərbaycan ya Latincə və ya Farsça yazsız çıxaramız. Tamam. Sizin təşkilatınız, yəni Azərbaycan Demokrat Firqəsi, özün haranın, kimlərin və hangi coğrafiyanın siyasi təşkilatı bilir? O şüphesiz ki, Güney Azərbaycan siyasi təşkilatı görür və eyni zamanda İranda səpələnmiş milyonlar Türk var, milyonlar Azərbaycanlı var. Onların da bir təşkilatı özünü görür və eyni zamanda İranda yaşayan bütün insanların xoşbəxtliyini istəyir. Bütün İranda yaşayan insanların hamısının birlikdə bərabər yaşamalarını arzulayır. Gözəl. Sizin üçün bu üç dana şey qoyuram, qavramlar ayrı-ayrı. Bunların hansısı sizin stratejik və əsas düşüncələrinizi, partinin düşüncələrini təşkil verir? İran və İranlılar bu bir tərəf. İrandakı Türklər, Azərbaycanlılar ya İrandakı Türklər, İrandakı Azərbaycanlılar bu iki. Üçüncü Azərbaycanlılar. Bu üç danadan hansısı stratejik önəm daşır və siyasətlərinizin, partinin siyasətinin mərkəzindədir? Hala üçü de bizim için ehemmiyeti var. Üçü de bizim için aşağı yukarı eynidir. İran'da yaşayan İranlılar şu şamillə hamıya, bütün Kürtlərə, Ərəblərə, Bəluşlara, Azərbaycanlılara, Farslara hatta. O bursu bizim bellidir ki lokal partiya yok. Təbiidir ki Azərbaycan bizim için öncelik var. Niye? Çünkü biz milletimizle, dilimizle, irtibatımız var. Milletimizin bilahare ortak yönlerimiz var. Hem tarihi yönlerimiz var. Tarihi bir birliğimiz var. Ona göre tabiidir ki bu üçü de aşağı yukarı bir kapıya çıkar. Üçü de. Can Yahya, sizin təşkilatın en önemli siyasi ideolojisi, stratejik isteği, amacı nedir? Çok müsellemdir ki her şeyden qabaq demokrasını yerleştirmek diyaməlidir. İkinci önemli olan dediğim kimi bayaq da söhbətlərimizdə oldu zaten insanların xoşbəxtliyini, əmniyyətini, həm əmniyyəti mali, həm əmniyyəti cani, həm əmniyyəti siyasisini təmin eləmək. Ondan sonra xoşbəxtliyin dediyim bayaq da zaten siz də müşarikət elədiniz. Xoşbəxtliyin dəyişik mənaları var. Onların hamısını əlimizdən gəldiyi qədər təmin eləmək. Və bu hər şeydən qabaq dediyim kimi insanların əmniyyətdən keçər. Mali əmniyyəti, iqtisadi əmniyyəti, iş əmniyyəti, fərhəngi əmniyyət. Bunların hamısı bir məcmuədir. Bunların hamısının keçər və təbii ki bizim stratejimiz bunların hamısını Azərbaycanlılar için və hətta İranlılar için təmin eləmək. Hətta 21 Azər'in fəlsəfəsində bu vardı ki, əgər elə müqəddəmədə yazır, əgər biz Azərbaycanda azadlığa varırsaq, bütün İranda azad olar. Bütün İran azad yaşar. Azərbaycan bir qapıdır. Bu qapı açılırsa, bütün İranda bir azadlıq genişlər. Azadlıq dağılır. Yani birinci bölümü qurtardıq əslində sizinlə, sizin xülasə olaraq sizin partinin düşüncələri tanış olduq. İndi keçirik ikinci bəhsə ki, dövlətlər, düşmən, dost və rəqiblər ünvanının başlığı altında mən bunları bir çox soru qoymuşam. Bu bölümə keçək. Elə bu gün keçək ya bunu ayrı bir programa sığdıraq. Gündə 4 saat Can Yahya, gündə 4 saat bir həftə. 4 saat çox ağır olar. 24 saat çalışacağıq. Ondan sonra da fikir edirəm ki, sizə bir 30 saatdan sonra vaxt verəcəyik. Əlbəttə, hər vaxt yorulsaz buyurarsınız, keçərik. Deyirəm, bu 3 dənə saat siz buyurdunuz, bunu biz qoyaq sabaha. Tamam. Amma sizə çox sual görəcək sonra. Yəni, mümkün 90% suallar qalsın, sonra gələk cavab verəsiniz. Çox
hazıram, amadayım ben. Her soru elimden geldiği kadarıyla ben soruların hamısına cevap verecek yetenekte de değilim, kuvvette de değilim. Ama arzum budur ki alışveriş içerisinde olaq, eləyə ki Tabii ki, birbirimizdən elbette ərzə yox. Bu məlumatımızı 6 gündə biz 6 günkü proqram qoymuşuq. Bu 6 gündə 24 saat vaxt verir bizə bu Skype. Ki canlı yayın aparaq, sonra da bunu YouTube'a qoymaq imkanımız var. Elə o 4 saat gedir YouTube'a, ya 2 saat, 2 saat gedir YouTube'a. Gözəl olur. Sonra da bu kitab olanda şey olacaqdı. İnşallah bunu da eləyəcəyik. Amma indi məsələn cənabınız əgər gündə 2 saat cavab versəz, olacaq 12 saat 6 gündə. O qalacaq məsələn 90% qalacaqdır. Özünüz gərək bunu evdə oturasınız. Elə bu cür kameranın qabağında zəbt eləyəsiniz, oxuyasınız, suallara bir cavab verəsiniz. Əlbəttə ben onda arzum budur sizinle danışaq. Ya çox zaten sağ olun, sizinle amma danışanda ayrı bir olmayacaq. mənası Yəni var. o imkan olmayacaqdır mütəəssifanə. Amma bu sizə bu imkan olacaqdır ki, soruları fəqət bir dənə qazancı olacaq. Yəni məsələn mən heyv girirəm, ortaya sual soruşuram. Onlar olmayacaq. Elə orada olan suallar olacaq. Əlbəttə sonra o kitab mərhələsinə inşallah gətirəndə Xidmətçi orada olacaq. sualları Xidmətçi soruşacağım. olacaq. Məsələn ki, Bəli, burada bəli, məsələn boşluq mən görürəm, burada ehtiyac bəli. görürəm, bir izafi sual gəlir ortaya. Hər halda əgər istəyirsiniz davam eləyək, yox istəyirsiniz qalsın Yox, sabah. bu sabaha qalsın, sabah biraz Tamam. çox olar da. Tamam. Başladı. Teşekkür ederim. Çok sağ olun. Mən də Örgəşdik, teşekkür fikirəm ederim. bunları örgəşdik, sabahları rahat gəlirik. Xahiş edirəm. Hə. Çok sağ olun. Teşekkür edirəm. Akşamınız Görüşmək xeyrə üzrə. qalsın. Var olun, Sizin sağ də. olun. Görüşərik. Sağ Var olun. olun, var olun. Sağ olun. Əziz və hörmətli dostlar, ayı Cənab-ı Yahyayı ilə, Məhəmməd Hüseyn Yahyayı ilə Güney Azərbaycan Demokrat Firqəsi Partisi tərəfindən sorularımıza yönəlmiş və rəsmi olaraq mərrifi olmuşlar. Bu günləri birinci danışığımıza apardıq. Gələn günlərdə bunu davam edəcəyik. Bu günləri Cənab Yahyayı heç bir insana, heç bir quruma tohin eləmədən, tənqid eləmədən öz partisinin düşüncələrini tanımağa çalışdı. Bunun üçün birinci milli ərdəmli unvanını qazandılar. Umarım ki, daha hər gün belə olsun. Əlbəttə də intizarımız da bu da. Mən Cənab Yahyayını 10 ildən çoxdur tanıram, elə bu cür bir şəxsiyyətdir. Biz Cənab Yahya, siz istərseniz bağlayıb orada bir zərbidər var üstdə. Onu bulsaq bağlanar, siz gedə bilərsiniz. Mən bir xülasə genələ keçən cələsələr işarə edəcəyəm və bu günləri Cənab Yahyayı ilə biz sözə başladıq. Birinci bir neçə sorumuza cavab verdik. Ərz edeyim ki, buradan bu partidən öncə Salih bəy İldırım cənabları Güney Azərbaycan İstiqlal Partisindən 11 cələsə huzuri və qeyri-huzuri sorulara cavab veribdi. Bunların 10'unda milli ərdəmli unvanın, birində ən ərdəmli unvanı qazanıbdı. Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı Başqanı Əjdər bəy Təğizadə cənabları gəlmədilər, gələ bilmədilər. Hər nədən dolayı umaram gəlsinlər. Arzum budur ki, gəlsinlər və Azərbaycan siyasi partilərinin düşüncələrini qatsınlar. Gəlmədikləri üçün hər gün 10 mənfi, 60 mənfi almışlar. Yunus bəy Şamili cənabları Azərbaycan Demokrat Partisi tərəfindən 6 günün 6'sında təşrif gətiribdir. 5'ində milli ərdəmli, birində ərdəmli unvanını qazanıblar. Salih bəy Kamrani cənabları Azərbaycan Mərkəz Partisi lideri olaraq təşrif gətiriblər. 5 gün huzurlu olubdur. Hər 5'ində də milli ərdəmli unvanını qazanıblar. Eldar bəy Qəradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partisi tərəfindən lideri olaraq təşrif gətiriblər. 6 gün, hər 6 günün də milli ərdəmli unvanını qazanıblar və başlayıblar da indi qeyri-huzuri olaraq soruları cavab verirlər, göndərirlər. Çox da geniş. Əlbəttə deyim dostlar, burada bunu izafə edeyim. Partilərin içində 2 nəfər, 2 parti lideri ya 2 parti mənsubu yüksək səviyyədə ekonomi sahəsində təxəssüsləri var. Bir cənab Döştür Məhəmməd Hüseyn Yahyayı idi ki, özləri dedilər, fوق lisansları və döştüraları iqtisad üzərədir. Türkiyədə alıblar zahirən hər ikisində və bir də
Eldar bəy Qaradağlı cənabları, onların da təhsilatı ilə ekonomi haqqdadır. Onun üçün də mən Eldar bəydən xahiş eləmişəm, ekonomi bölümlərin çox geniş danışsınlar. Söz veriblər ki, sonra təzəşdən onu danışsınlar. Bəlkə huzuri mən ekonomi haqqında bu iki mütəxəssisi gətirəm, danışalar. Eyni halda o birisi partilər də bəlkə ekonomistləri olsa, onlar da gələrlər və bu konularda nəzərlərin geniş deyələr. Yəni sorularımdan əlavə. Çünki ekonomi sərmayə, pul, iş yaratmaq, dünya sərmayəsini cəzb eləmək və istiqlaldan sonra ya federaldan sonra vəziyyət, ekonomi vəziyyət çox bir darmadağın bir vəziyyət olacaqdır. O vəziyyətdə nə cür bu milləti ayaq üstə qaldırmaq, ekonomini dirçətmək məsələsi bəhsə gəlməlidir və yolların indidən araşdırmalıdır, sabaha saxlamamalıdır. Məcid bəy Cəvadi cənablarının Azərbaycan Milli Dirəniş Təşkilatı başkanı olaraq dəvət elədik, amma mənim qüsurum olubdu və onları da 4 gün qabaq dedilər ki, eləyə bilməyəcəklər, gəlsinlər, gəlmədilər. Onların yerinə Haşim bəy Bilgin cənablarını dəvət elədik. Güney Azərbaycan Liberal Demokrat Partisi 2 gün o yüzdü, bu yüzdü çəkişli, bəkişli davam elədik, sonra davam eləyə bilmədik, bağladıq müsahibəni. Amma yenə də buradan da yenə bir dəfə də deyirəm ki, əgər eləyə bilsələr sorulara yazılı cavab versələr ya səsli cavab versələr, sevinərəm ki, hər halda bir düşüncədir. Yəni o düşüncəni bəlkə mənim xoşum gələr, gəlməz, bəlkə onun məndən xoşu gələr, gəlməz, yoxsa danışıqlarımızda biraz bir-birimizi müraciət eləyə bildik, eləyə bilmədik, onları qəcabət eləməyib. Amma parti başkanı olaraq istəsələr düşüncələrini yetirələr, biz sevinərik o düşüncələri göndərələr yazılı olaraq gəlsin və biz də o yazılı olaraq onları kitab yazmağa, kitab hazırlamağa çalışarıq. Sonra Sadıq İsabəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi tərəfindən təşrif gətirdilər. 5 gün huzurları oldu və bu 5 gündə də Milli Ərdəmli unvanını qazandılar. Haşim bəy Bilgini dedik, 2 gün oldular, təəssüfanə ikisində də müşküllü oldu, heç onu deməyək hər halda. Sonra üzrəm Haşim bəy dedim o. Mahmud bəy Bilgin cənablarını dəvət eləmişdik yap əvvəldən. Güney Azərbaycan Demokrat Partisi lideri olaraq söz vermişlər gəlsinlər. Sonra gəlmədilər və 60 mənfi, hər gün 10 mənfi, 60 mənfi aldılar. Amma umaram ki, sorularımız onlarda var. O sorulara kətbi olaraq cavab versələr, biz də onları yayarıq, şəfahi də versələr daha yaxşı olar. Yəni, səsli və görüntülü versələr cavabları yaymaq imkanımız olur. Amma yazılı da versələr, daha biz o kitab eləməkdə çox əlimizə yardım gəlir. Partilərdən gələcəkdir Əmir bəy Mərdani cənabları Azərbaycan Öyrənci Hərəkatının başkanı, Azohun başkanı olaraq gələn həftədən gələcəklər və bu gündən də bilirsiniz, Azərbaycan Demokrat Firqəsi təşkilatından Döktür Məhəmməd Hüseyin Yahyai cənabları gəliblər. Mən çox qədim deməyək, 2010-dan 11-dən cənabları ilə yaxından həftədə, 2 həftədə bir ciddi, uzun bəzən 2 saat, 3 saat danışıqlarımız olubdu xüsusi. Düşüncələri ilə tanışam, amma mən şəxsən bilmirdim ki, firqənin başkanlıq sistemində olurlar. Başkan deyirlər, başkanlıq sistemində olurlar. Buyurduqları kimi başkan bir xanımdır, profesordur və Bakıda dərs verir. Pezeşki deyirlər İranda, yəni dava dərman sahəsində uzmandır və eyni halda da partinin başkanıdır. Vəli Yahyani məmur olubdur ki, bizim sorularımıza cavab versin. Bu günləri birinci gün idi, Milli Ərdəmli unvanını qazandılar. Umaram ki, xeyirli, bərəkətli olsun millətimizə və gözəl faydalar versin. Əziz və hörmətli dostlar, burada proqramı tutaraq yarın axşam Təbriz vaxtı ilə saat yenə də 9-da xidmətinizdə olacağım qonağımızla birlikdə. Gecəniz xeyrə qalsın. Görüşmək üzrə.